Salam əziz tələbələr. Deməli bugün biz nəyi öyrəndik? İnformasiya təhlükəsizliyi mövzusunu. Düzdür, biraz geniş bir mövzudur və sonlarına daha diqqət yetirməniz lazım olan bir mövzudur ki, hansı ki başda normal bildiyimiz informatikada öyrəndiyimiz biraz ingilis dilinə əsaslanan məlumatları öyrənəcəyik, adlarını öyrənəcəyik. Sonlara doğru isə biraz qanunvericilik, qanun tərəfindən də bəzi təhlükəsizliyə bağlı olan məlumatları öyrənməliyik. Ona görə dərsə sonuna qədər diqqətlə və hətta imtahan sualları dərsin son hissələrindən daha çox düşmə ehtimalı böyükdür. Deməli, gələk birinci baxaq görək informasiya təhlükəsizliyi nə deməkdir? İnformasiya təhlükəsizliyi ümumiyyətcə informasiyanın qorunması ilə bağlı olan tədbirlər və ya metodlar toplusudur. Yəni icazəsiz məlumatların əldə olunması, dəyişdirilməsi və yaxud da ki məhv edilməsinin qarşısının alınmasıdır. Və informasiya təhlükəsizliyinin vəzifələri nələrdir? Biz bunları öyrənməliyik. Vəzifəsi ümumiyyətlə təbii və yaxud da ki süni xarakterli, təsadüfi və ya bu qəsdli bir şəkildə də ola bilər, qəsdən. Bu təsirlərdən mühafizə olunmaqdır. İnformasiya təhlükəsizliyinin məqsədi. Və ümumiyyətcə informasiya təhlükəsizliyində biz problemlərlə qarşılaşanda bu problemlərə kompleks yanaşmalıyıq və informasiyanın kompleks mühafizə sistemi deyilən bir anlayışla biz indi burada rastlaşırıq. Bu kompleks mühafizə sisteminə 4 dənə məlumat mı deyim və yaxud da ki 4 hissə mi deyim? Bunlara aiddir. Hansılardır bunlar? Təşkilati mühafizədir, proqram aparat mühafizəsidir, mühəndis texniki mühafizəsidir və qanunverici mühafizədir. Gəlin indi hərəsi haqqında qısa məlumatları öyrənək. Təşkilati mühafizə nə deməkdir? Təşkilati mühafizə ümumiyyətcə qayda və idarə etməklə qorunma deməkdir. Burada da bunun daha elmi açıqlamasını veribdir. Hansı ki elmi açıqlaması isə belədir. İnformasiya təhlükəsizliyində siyasətin hazırlanması, həyata keçirilməsi və təhlilini əhatə edir. Yəni bu təhlükəsizlik qaydalarının müəyyənləşdirilməsidir, işçilərin məlumatlandırılmasıdır, işçilərə təlimlərin keçirilməsidir və yaxud da ki mühafizə sistemlərində tətbiq üçün təşkilatı strukturu formalaşdırmağı nəzərdə tutur. Yəni bir sözlə nə deməkdir? Qayda və icazələri tətbiq edirsən. Məsəl üçün parol qaydalarıdır, istifadəçi icazələrdir, yəni kim nəyi görə bilər? İşçilərin təlimləridir, bayaq dediyimiz kimi. Bunlar hamısı nəyə aid oldu? Təşkilati mühafizəyə. Keçid edirik nəyə? Mühəndis, texniki mühafizəyə. Mühəndis texniki mühafizə nə deməkdir? Bu ən çox fiziki və infrastruktur mühafizəni əhatə edir. Yəni nə deməkdir? Ən çox server otağına icazəsiz girişin qarşısını almaq üçündür və yaxud da ki sənin verilənlər bazanın saxlandığı otağa və yaxud da hər hansı yerə elektrik kəsintisi, yanğın, su, bu kimi risklərin qarşısını almaq üçün mühəndisdən istifadə etmək lazımdır. Bir mühəndis olmalı orada. Hansı ki bunlar texniki aparatlara, avadanlıqlara, infrastruktura, iş mühitinə insan tərəfindən nəzarət olunmalıdır. Və daha sonra buralarda nə var? Proqram aparat mühafizəsi nədir? Bəs proqram aparat mühafizəsi isə bildiyiniz hansı ki həm proqram vasitəsindən, yəni software, həm də ki aparat vasitəsi, yəni hardware ikisinin bir yerdə işləyərəkdən məlumatların qorunmasıdır. Yəni sistemə sən təkcə necə proqram qoşmağından, yəni antivirusu qoşmağından təhlükəsizliyi yalnız onunla təmin edə bilmirsən. Buna yanaşsan aparat təhlükəsizliyindən də istifadə edirsən ki, hansı ki aparat təhlükəsizliyi olmalıdır ki, sistemə kənar müdaxilə fiziki bir şəkildə olanda sən bunu fiziki səviyyədə bloklaya biləsən. Yəni bu ikisinin birləşməsi daha güclü olar. Deməli, sən burada yalnızca proqram parolu yoxlamır. Bundan əlavə olaraqdan arxa fonda sənin software'ın parolu yoxladı, qurtardı mı? Yaxşı belə deyək. Ondan sonra aparatlardan istifadə edəcəksən. Yəni əlavə olaraqdan səndən barmaq izi istəyə bilər və yaxud da ki token istəyə bilər və yaxud da ki digər vasitələrindən nəsə də bir hər hansı da bir aparatı səndən istəyə bilər ki, təhlükəsizlik daha çox artımlı olsun. Daha sonra bir də nə var? Qanunverici mühafizə var. Qanunverici mühafizə isə hüquqi çərçivənin yaradılmasında, yəni sən qanun qarşısında cavab verə bilirsən buna. Yalnızca bu mühafizə texniki deyil.
Yəni hər hansısa da bir məlumat oğurlanıb, icazəsiz istifadəyə verilibdir və yaxud da dəyişdirilibdirsə də, bunların qarşısı alınması üçün şirkətlər müqavilələr bağlayırlar, daxili qaydalar verirlər və yaxud da ki, dövlət üzərindən cərimələri var, onlar ödənilməlidir. Bu da belə. Deməli, biz nəyi öyrəndik hal-hazırda? İnformasiyanın kompleks mühafizə sistemlərini öyrəndik. Və indi gəlirik, SIA deyilən bir şey var. Bunu öyrənməyə. Bu nədir? Confidentiality, integrity və availability. Düzdür, bunlar ingilis sözləridir. Ola bilsin ki, mənim tələffüzümdə yanlışlıq ola bilər. İngilis dili müəllimləri bu dəqiqə dərsimizə baxırlarsa, məni üzrü saysınlar. Azərbaycan dilində tərcümələri konfidensiallıq, tamlıq və əlçatanlıq. İndi bunların, bu prinsiplərin hər birini ayrı-ayrılıqda öyrənək. Görək məxfilik, yəni konfidensiallıq bu nə deməkdir? Məxfilik o deməkdir ki, bu məhdud bir dairədə bəlli olur. Bir dəqiqə Okan proqramını arxa fonda yoxlayaq. Üzrü sayın. Aha, səsimiz tam doğru gedir. Arada bir mən arxa fonda proqramı yoxlamalıyam. Bəzi hallar olur ki, proqram atır. Deməli, məxfilikdən danışırdıq. Yəni konfidensiallıqdan danışırdıq. Düzü tam da deyə bilmirəm bunun adını. Yəni oxuya bilirsiniz siz. Deməli, bu informasiyanın məhdud dairədə bəlli olması yalnız icazə verilmiş şəxslər tərəfindən əldə olunmasını təmin edən bir təhlükəsizlik prinsipdir. Məsəl üçün, telefonda parollardır, bank kartındakı məlumatlardan, sosial şəbəkələrdə şəxsi məlumatlardan. O, məsəl üçün, deyirsən ki, filan kəsin hesabı private hesabdır, yəni gizli hesabdır, məxfi hesabdır. Bu nə deməkdir? Məhdud dairədə o icazə veribdir. Yalnız onun icazə verdiyi dostlaraca açıqdır həmin şəxsin hesabı. Sonra gəlirik nəyə? Tamlığa. Tamlıq birbaşa orijinallıq deməkdir. Yəni informasiyanın dəyişdirilmədən düzgün və tam şəkildə saxlanması deməkdir. Olduğu kimi qalmalıdır. Yazının qiyməti dəyişdirilməməlidir. Fayldakı məlumatlar olduğu kimi qalmalıdır. Kimsə icazəsiz olaraqdan məlumatı dəyişdiribsə də, sənin tamlığın pozulmuş olur. Deməli, hər hansı da məsəl üçün belə bir misal verəyim. Bir dənə fayldır, onu yükləyirsən və bütün fayllarda arxa fonda h dəyəri deyilən bir dəyər var. Bu dəyər normalda sən fayla daxil olan kimi arxa fonda yoxlanılır. Əgər ki, fayl dəyişdirilibsə, h fərqli olur onda. Yəni, bu da tamlığın pozulması bildirişini verir. Bəs h nədir? H dəyəri, məsəl üçün, sən arxa fona salam yazıbsan, arxa fona yox, daha doğrusu normalda salam yazıbsan. Bunun arxa fondakı kodu belədir. Məsəl üçün, mən özümdən çıxardım bir dəqiqə. ABC 927. Gəldin, sən bu salamı dəyişdirdin, salam 1 elədin. Bunun artıq arxa fonunda h dəyəri əvvəlkindən eyni olmayacaq, üst-üstə gəlməyəcək. Çünki əvvəlki tam olaraqdan belə idi. Bunun tamlığı pozuldu. Artıq bunun arxasına yəqin ki, başqa bir məlumatlar yazılmış olur. Deməli, məlumatın dəyişdirilməməlidir. Zaten dəyişdirilən kimi ekrana sən bu təhlükəsizliklə bağlı hər hansısa bir antivirusmu, firewallmu quraşdırmırsansa da errorunu çıxardacaqdır. Daha sonra nə var burada? Əlçatanlıq var. Availability. Bu nədir? Məlumatların icazə verilmiş istifadəçilər üçün lazım olduğu zamanda asanlıqla əldə olunmasıdır. Yəni, lazım olan anda məlumatı əldə edə bilirsən. Məlumata ehtiyacın varmı? Sən buna problemsiz olaraqdan çata bilirsən. Yəni ki, sistem hal-hazırda işləkdir. Məlumat gecikmədən açılır. İstədiyin vaxt hesaba daxil ola bilərsən. Bəs pozulma anını hardan biləsən? Sayt açılmayanda. Və yaxud da sistem donubdur deyirlər, çox vaxt elə olur. Və yaxud da ki, server işləmir deyirlər. Bəs bu nə zaman olur? Burada işarələdiyim DOS hücumları vasitəsindən bəzi hallarda ola bilər. Ki, DOS hücumları nə deməkdir? Məsəl üçün, bu sən deyək ki, mərkəzdə bir serverindir. Bu serverə milyonlarla kompüterlərdən eyni anda daxil olmağa çalışırlar. Bu, eyni anda hücumda ola bilər. Hər hansısa bir qəsdli bir şəkildə ola bilər. Və yaxud da ki, məsəl üçün, keçən səfərlərin biz qeydiyyatdan keçirdik. Gördünüz, imtahana çox az 2-3 gün qalmış vaxt müddətində siz serverə daxil ola bilmirdiniz.
pulu ödəyirsiniz, istənilən emanatdan ödəyin ya bir bankdan ödəyin, hardan ödəyirsiniz ödəyin, yenə də o orada qəbul eləmirdi. Deyilirdi ki, sistem donubdur. Nəyə görə? Çünki eyni anda müəllimlər yazıqlar dəfələrlə demişdilər ki, ay tələbələr, 2 həftə bundan əvvəl elan verilibdi. Gedin vaxtında keçin. Tələbələrin çoxsu axır günlərə saxlayıb. Demək olar ki, respublikanın yarısından çoxsu axır günə saxlamışlar və hamı eyni anda sistemdə qeydiyyatdan keçməyə başlayırdı. Ona görə də sistem dayanırdı. Sistemə əl çatanlıq artıq burada pozulmuşdu. Bu da belə. İndi gəlirik ki, nədən danışırıq? İnformasiya qorunmasından. İnformasiya qorunması nədir? İnformasiyanın gizliliyinin tamlığı və yaxud da ki, ona əl çatanlıq, bayaqlarım danışdıqlarımız, onların təmin edilməsinə yönəlmiş bir fəaliyyətdir. Bəs informasiyanı biz nə cür qoruyuruq? Parollar vasitəsindən qoruyacağıq. Parollarda, məsəl üçün, indi birazdan biz keçəcəyik parolları nə cür biz daha təhlükəsiz parollardan istifadə edə bilərik və s. Deməli, bəs parol nədir ümumiyyətcə? Parol informasiya sistemlərinə daxil olmaq üçün istifadə olunan gizli sözlər və yaxud da ki, simvollar toplusudur. Hansı ki, istifadəçinin kimliyini təsdiqləmək üçün, yəni autentifikasiya üçün, yəni birazdan bundan da danışacağıq, istifadə olunur. Yaxşı parol qoymaq üçün indi elə belə söz gəlişi deyim, birazdan oxuyacağıq orada, yəni siz görəcəksiniz oxuyanda. Deyirsən ki, ən az heç olmasa 8-12 simvoldan ibarət olmalıdır. Hərflərdən ibarət olmalıdır. Hərflər böyük və kiçik hərflərlə qarışıq olmalıdır. Rəqəmlərdən olmalıdır və durğu işarələrindən qarışıq olaraqdan asan tapılmayan olmalıdır. Yəni bu dediklərimin hər biri olmalıdır. Hansı ki, siz bununla rastlaşıbsınız. Harda imtahandan keçən vaxtı bəziləriniz gördünüz, deyirdiniz ki, şəxsi kabinetimin parolunu unutmuşam. Və yaxud da nə bilim, şəxsi kabinetinlə bağlı nəsə də bir problemlər vardı, giriş eləyəmirdilər. Orada parolu unutmuşam hissəsinə basanda sizin telefon nömrənizdən ya da ki, e-mail ilə əlaqələndirilmişdi. Orada gəldi ki, parolu yeniləyin. Görürsünüz, qırmızı rəngdə sizə hardasa ekranın sağ yuxarı küncündə yazılmışdı ki, parol qoyun. Məsəl üçün, sən ora Elmira 1-2-3 qoya bilmirdin. Niyə qoyamırdın? Anında oradan sağ ekrana çıxarmışdı ki, elə bir parol qoy ki, maksimum aralığı belə olsun ki, daha doğrusu minimum aralığı 8-12 arasında olsun. Daha uzun parol qoysan bu yenə sənə müsbətdir, daha gec taplar və bu aralıqda hökmən idi ki, sən durğu işarələri, yəni simvollardan istifadə edərdin, böyük kiçik hərflərdən istifadə edərdin və rəqəmlərdən istifadə edərdin. Bu zaman daha təhlükəsiz olur. Və informasiyanın qorunması üçün 2 cür üsul var. Bir, verilənlərin girişi məhdudlaşdırılması var. Bir də nə var? Sənin burada verilənləri əks elətdirmək üçün informasiya metodlarına girişin məhdudlaşdırılması var. Yəni bu nə deməkdir? Verilənə girişin məhdudlaşdırılması, deyək ki, sənin açarın var. Açarın varsa, qapını açarsan, içəriyə girərsən. Bəs əks etdirmək üçün informasiya metodlarına girişin məhdudlaşdırılması nədir? Açarın var, tamam, sən girdin içəriyə. İçəridə sən nələri görə bilərsən? Sənə hansı, məsəl üçün evi açarla giribsən, sən evdə hansı otaqlara girə bilərsən həmin o açarla? Yəni hardasa da real həyatla belə əlaqələndirmək olar. Gəlirik, indi bu ikisinin adını öyrənərsiniz. Gəlirik, indi kompüter viruslarla danışırıq. Kompüter viruslarla biz software bölməsində danışmışdıq. Kompüter virusları ümumiyyətcə nə deməkdir? Sənin pis niyyətli proqramçılar tərəfindən sənin üçün hazırlanmış xüsusi şəkildə hər hansısa bir proqramın tərkibində sənin kompüterinə daxil olan və zərər verən bir kiçik proqramlardır deyə bilərik. Və kompüter viruslarını indi biz təkrarlayacağıq. Təkrarlamazdan əvvəl də yeni belə bir şey deyək ki, virus hücumların təsirini minimallaşdırmaq üçün ən effektiv üsullardan biri nədir? Sən kompüterində olan hər bir şeyin backup'ını, ehtiyat sürətini xarici yaddaşlarda saxlamalısan. Bu daha yaxşı olar ki, ola bilsin ki, çox vacib bir informasiyan var, faylın var, PDF-in var. Bunu təkcə kompüterin içində saxlamaqla kifayətlənmə. Əlavə olaraqdan bir dənə flash karta saxla, onu evdə bir yerə qoyarsan. Ola bilər ki, virus düşdü kompüterinə, həmin məlumat silindi, nə arayacaqsan? Get flash kartda, yəni xarici yaddaşlardan çıxart. Və yaxud da ki, bir də belə bir şey var ki, virus proqramları aparat vasitələrini sıradan çıxarda bilmir. Hansı ki, mən software dərsində də hələ zarafatla demişdim, uşaqlara demişdim ki, sən virusa yolxanda nə bilirsən, danışmışdım, özü tez-tez qəsdən demişdim ardıcıl olaraqdan ki, məsəl üçün demişdim, CD, DVD diskləri öz-özünə açılır, bağlanır proqramlarda.
gec işləmə olur, ləng işləmə olur və yaxud da ki, lazımsız səslər çıxır. Bunun arasında bir dənə qarışdırıb demişdim ki, sənin ekranın cızıldayır və yaxud da titrəmə baş verir, klaviaturaların itir. Sonra tələbələrə sual verdim ki, dəqiqmi mən düzmü deyirəm bunları? Bu hallarla mı rastlaşırsınız? Tələbələrin də çoxsu diqqətli tələbələrimiz dedilər ki, hə ay müəllimə düz deyirsiniz. Onda biraz zarafata salmışdım və demişdim ki, bəlkə burada müəllim ağlına gələn danışır. Niyə diqqətlə qulaq asmırsınız ki? Kompüterin bu düymələrinin sıradan çıxması virusa yoluxma demək deyil. Sənin virusun kompüterin içində proqramdır bu. Bu proqram sənin gəlib hardware qurğularına heç vaxt təsir edə bilməz. Amma bu proqramların içində indi mən onu yadınıza saldım ki, indən sonra danışacağım şeylərə daha diqqətlə qulaq asın. Bəlkə müəllim elə ağzına gələn danışır. Təbii də ki, bu bir zarafatdır. Aha, amma bunlarla yanaşı bir dənə belə bir şey var ki, bəzən onu telefonlarınızda da görürsünüz və yaxud da ki, kimsə profil şəklində elə bir şey qoyur. Ekranın çat olması. Sən ekrana baxanda elə bilirsən ki, ekranın çatdır, amma o arxa fonda şəkil olaraqdan onu çat kimi göstərir. Sənin ekranına virus nəsə çat sala bilməz, yəni hardware olan hissələrinə, yəni aparat təminatına zərər verə bilməz. Sadəcə onu çat kimi göstərə bilər. Yəni belə bir şeylər var. Gəlir indi virusları yadımıza salırıq. Bəli, bilirəm ki, çox tələbələrimiz yadından çıxardıbdır ki, viruslar nə zaman yoluxurdu və yaxud da ki, hansı viruslarımızın növləri var idi, virusa yoluxanda nələr olurdu. Və bayaq dediyim kimi, ekrana lazımsız məlumatlar gəlirmi? Bəli, lazımsız səs siqnalları gəlir, CD, DVD disk sürücüləri öz-özünə açılır, bağlanır. Kompüterdə hər hansısa da bir proqram öz-özünə başlayır və yaxud da kompüter tez-tez sıradan çıxır, ilişir. İlişmədən deməkdir, donma baş verir. Yadımıza salırıq ki, hər hansısa da bir proqramda donma baş verərkən hansı klaviatura düyməsinə basırdıq ki, task meneceri açılsın? Hə, düz deyirsin, narahat olmayın. 100% düz deyirsiniz. Ctrl-Shift-Esc düyməsi və yaxud da ki, Ctrl-Alt-Delete düyməsinə basırdıq. Nə açılırdı? Task Manager. Oradan ilişən proqramı arxa fondan end task eləyib onu dayandıra bilərsiniz. Nəsə, bunu da əlavə olaraqdan yadınıza saldım. Davam edirik. Proqramlar başladarkən kompüter yavaş işləyir və yaxud da fayl və qovluqlar yoxa çıxır və yaxud da ki, dəyişdirilir. Bu halları görərkən nə bildik, hiss edirik ki, sənin üçün kompüterin geçmiş olsun. Virusa yoluxubdur. İndi gəlirik virusların təsnifatına baxırıq. Təsnifatına görə neçə yerə bölünmüş? 4 yerə: yaşayışına görə, yoluxdurma üsulu, destruktiv imkanı və alqoritmik xüsusiyyətlərinə görə təsnifatlara bölünmüşdür. Yaşayışına görə harda yaşayırdılar bunlar? Fayl, yükleme, fayl və yükleme və şəbəkədə. Fayl virusları nə idi? İcra olunan exe, kombat genişlənməli fayllara yoluxurdu və bunların işini pozurdu. Demişdik, bunları əzbər bilin. Və yaxud da yükleme virusları nəyə yoluxurdu? Diskə yükleme sektorlarına, yəni boot sektoru deyirdik biz buna. Əvvəl keçmişik. Yoluxaraqdan əməliyyat sistemini və yaxud da ki, digər proqramların yüklənməsinin qarşısını alırdı. Və ya fayl yükleme nə qarırdı? Viruslar həm fayllara, həm də diskə yükləyici sektorlarına yayılırdı. Yəni bu ikisinin qarışığı idi. Şəbəkə virusları isə bilirsiniz ki, şəbəkədə yerləşən viruslardır. Yəni əsasən kompüter şəbəkəsində, lokal və yaxud da qlobal şəbəkədə yayılan viruslardır. Bu yaşayış mühitinə görə idi. Bəs yoluxdurma üsuluna görə rezident və qeyri-rezident olmaqla 2 yerə bölünmüşdü. Rezident nə deməkdir? Əməli yaddaşda daimi yerləşirlər. Kompüter elektrik şəbəkəsindən ayrılana dək və yenidən yüklənə dək RAM-ın içərisində əməli yaddaşın, RAM-ın digər adı nə idi? Operativ yaddaş, müvəqqəti yaddaşının içində qalır. Qeyri-rezident nə tərəfbəs? Müəyyən vaxt ərzində aktiv olurlar, kompüter əməli yaddaşı virusa yoluxması baş vermir. Yəni RAM-ın içinə virus yoluxmayacaq. Sadəcə məsəl üçün 2-3 saatlıqmı və yaxud da 1 saniyəlikmi belə müəyyən vaxt ərzində yoluxdular, getdilər. Sonra destruktiv imkanına görə nə demişdim? Demişdim ki, T ilə başlayanların hamısı var, amma təhlükəsiz var, təhlükəli var, yəni bunun inkarları var, çox təhlükəli var, ancaq ziyansızca var. Ziyanlı yoxdur demişdim, bunu güya yadda saxlamışdınız. Gəlirik indi buradan. Düzdür, təhlükəli, təhlükəsiz və yaxud da ki, ziyansız, çox təhlükəli. Bunların çox da mənasını bilməyə ehtiyac yoxdur. Digərləri kimi. Alqoritmik xüsusiyyətinə görə hansıları idi? Bəs kompanyon, soxulcan, parazit, tələbə, stealth, polimorf, makrovirus, troyan bunlar var idi və yaxud da ki, əlavə olaraqdan bəzi zərərli məşhur proqramlarda öyrənəcəyik. Yaxşı, bunu ən sonda deyərəm. Hələ ki viruslardan danışaq. Aha.
bunlar var idi və bunların hər birinin yoluxduğu yerləri öyrənməli idik. Alqoritmik xüsusiyyətinə görə makroviruslar demişdim. Nəyə yoluxurlar? Microsoft Office proqramlarından hazırlanmış fayllara. Demişdim ki, Microsoft da ma ilə başlayır, makrovirus da ma ilə başlayır. Buradan güya ki, yadda saxlamalıyız. Polimorflar. Polimorf nə idi? Xüsusi şifrələmə metodundan istifadə eləməklə özlərini kodlaşdırırlar. Yəni antivirus proqramları tərəfindən axtarılıb tapılması biraz çətinlik yaradılırdı bu virusların tapılmasında. Stealth viruslar demişdim. Nə cür viruslardır? Aldadan, yəni gözə görünməz viruslardır. Kompanyon adından bilinir. .com genişləməli fayllara yoluxur. Yəni faylları əslində bunlar dəyişdirmirlər. Əvəzinə faylın çoxlu sürətlərini yayırlar. Bu da belə bir virusdur. Sonra tələbə virusları. Deyirdik ki, proqramlaşdırmaya təzə başlamış həvəskar tələbələrin tərəfindən yaradılmış, yəni çoxlu səhvləri olan primitiv viruslardır. Tələbə yəni hər yerdə səhv eləyir. Elə mənim dərsimdə də səhv eləyirsiniz, virus olaraqdan da tələbələr səhv eləyirlər. Bunları öyrəşmişik. Sonra soxulcan virusları. Soxulcan virusları nələrdir bəs? Mənbəyi bilinməyən yerdən, elə adından bilinir. Bax, soxulcan, soxulub. Yəni daxil olurlar. Hardansa, nə bilim, gedib lazımsız bir yerdən gedib oyun yükləyibsən və yaxud da ki, zərərli bir e-post məktubu alıbsan. Gedib ona tıklayıb açırsan. Tıklamaqdan söhbət eləyəcəyik birazdan informasiya təhlükəsizliyində. Sonra Troyanlar var. Hansı ki, adını hardan bilirdik? Troya müharibəsindən götürübdü. Nə cür eləyir bu? Hər hansı da bir yoluxmuş bir kompüter tamamilə başqasının idarəsi altına keçirdi. Misal üçün orada yazılmışdı elə burada da Troyanla yoluxmuş kompüterlər virusu göndərən şəxs istənilən zaman onu söndürə də bilər və yaxud da ki, oradakı proqramları asanlıqla istədiyi vaxt işlədə bilər. Yəni başlanğıcda müəyyən bir idarəçi var. Sonra parazitlər öz sürətlərini yaydıqları bəs deyil, hələ bir öz sürətlərini gedir, diskin yükləyici bölmələrinə də göndərir. Sonra buralarda başqa biz virus növlərindən, qoy görək buralarda varmı, qaldımı? Yox, elə hamısını danışdıq. Gəlirik indi nəyə? Bəs bu virusların qarşısını almaq lazımdır axı. Nə ilə alacaqsan? Antivirus proqramlarından demişdik, alırıq. Antivirus proqramlarının içərisindən çoxlu antivirus proqramları öyrənmişdik. Hansı ki, bəziləri elə burada ekranda görsəndir ki, hansılar idi antivirus proqramlarımız? Doktor Solomon'dur və yaxud da ki, Norton antivirusdur, Doktor Web'dir və yaxud da ki, AIDS'dir, AWP, Antiviral Toolkit Pro Monitor'dur, ProSkyner'dir. Daha sonra nələr var? Norton antivirus var, Symantec Norton antivirus var, Node 32 var, Antiviral Toolkit Pro Monitor var, Antiviral Toolkit ProSkyner var, Panda Titanium antivirus var, Panda'nın özü var, MS-AF Virus Scan var və yaxud da ki, Microsoft Security Essential var, AIDSIS burada bayaqlarım dediyim kimi AWP var idi, AIDNIF var idi, Avira idi, Avast idi, antivirus Kaspersky idi və s. belə biz çoxlu bir antivirus proqramlarını öyrənmişdik. Və bu proqramların içərisində demişdik ki, antivirus proqramlarının özləri də viruslar kimi siniflərə ayırırdılar. Və bunların da adlarını yadda saxlamaq üçün asan yollar demişdik ki, filtr proqramlar, keşikçi proqramlar deyirlər buna. Bax, keşikçilər nə ağırlar real həyatda? Nəyəsə də nəzarət edirlər. Demək ki, sənin filtr proqramı rezident proqramı olmaqla icra olunan proqram fayllarına, diskin yükləyici sektorlarına, təhlükəli əməliyyatlara nə eləyir keşikçilər? Nəzarət elədilər. Detektorlar demişdi ki, dedektiv sözündən yadda saxla. Detektivlər nə eləyir? Nəyisə axtarırlar. Deməli, əməli yaddaşda və ya xarici qurğularda virusların axtarışını təmin eləyirlər. Bir dəqiqə bax, davam edirik. Sonra müfəttiş proqramlar. Müfəttişi sözündən yadda saxlamalıydıq. Müfəttişlər nə eləyir? Müqayisə eləyir demişdik. Nəyi? Proqramların, kataloqların, faylların və ya sistem sahələrinin məzmunundan yadda saxlayırlar. Dövrü olaraqdan cari vəziyyətlə ilkin vəziyyəti müqayisə eləyirlər. Cari ilə ilkini. Sonra immunizator nə idi bəs? Vaksinlər idi. Zaten ki, elə tərifin içində də vaksin sözünü görməlisən. Rezident proqram olmaqla bir çox virusları vaksinləşdirmə yolundan yoluxdurmanın qarşısını alır. Bunlar bizdə nələr idi? Antivirusların sinifləri idi. Bir də sizə nədən danışmalıydıq? Antivirusların siniflərində bəzi bu siniflərin özlərinin sırf işlədiyi proqramlar var idi. Səndən soruşacaqlar ki, filtr proqramlar hansı
Daha doğrusu filtr olan sinif hansı antivirus proqramından işləyir? Deyəcəksən ki, yalnız və yalnız Antiviral Toolkit Pro Monitor ilə işləyir. Bax ha, Skyner deyil bu. Monitorla işləyir. Sonra burada səndən soruşacaqdı ki, müfəttiş proqramlar hansından işləyir? Sən deməli idin ki, adniflə işləyəcəkdi. Yerdə qalan hər bir proqramlar hansında olacaqdı? Həkim, yəni faqlarla. Bunlarla işləyəcəkdi. Sadəcə nəyi bilməli idi? Antiviral Toolkit Pro Monitorun filtr proqrama aid olduğunu, adnifin isə nəyə aid olduğunu, müfəttişə aid olduğunu bilməli idik. Bundan da oyan artıq bizim software dərsimizdir. Keçid eləyirik ki, nəyə? Öz buradakı PDF-imizə. Kompüter viruslarından, antiviruslardan danışdıq da bəsdir. Gəlirik indi nəyə? Kompüter viruslarının qorunmaq üçün 3 səviyyədə təşkil olunmasına. Deməli, burada hansı səviyyələrdir? Birinci səviyyə kompüterə virusların daxil olunmasının qarşısının alınmasıdır. Yəni, bu nə deməkdir? Arxa fonda firewall işləyir. Antivirus yoxlanması baş verir. İstifadəçiyə administrativ səviyyədə istifadəçinin daha doğrusu administrativ səviyyədə icazəsini tələb eləyir ki, sən icazə verirsənmi ki, mən bu faylı yüklüyüm. Sonra nə qarır bəs? Sonra keçəcəksən ikinci səviyyəyə. Virus hücumlarının qarşısı alınır. Tamam, bu antivirus arxa fonda işlədi. İşləyən kimi virusu taradı və oradan virusu tutdu. Daha sonra nə qarırsan? Artıq o virusu tutandan sonra o aradan qaldırandan sonra virus hücumlarının təsiri minimuma endirilir. Yəni bu nə deməkdir? Minimuma endirmək üçün sən nə eləyə bilərsən? Utilitlər keçmişik ha, orada backup utility, yəni bərpa prosesi eləyəcəkdir və yaxud da ki sistem restorundan daha doğrusu bərpa eləyə bilərik, backupla ehtiyat nüsxəsini yarada bilərik və yaxud da ki zədələnmiş faylları buradan izole eləyərik və ya silərik. Deməli, nə qardıq? Virus hücumlarının təsiri minimuma endirdik bu 3 səviyyə ilə. Gəlirik nələri öyrənirik? Kiber təhdid nədir? Kiber təhdid ümumiyyətcə informasiya sistemlərində və ya ehtiyatlarına qanunsuz daxil olma, müdaxilə və yaxud da ki informasiya təhlükəsizliyinin pozulmasına səbəb oluna bilən amil və ya vəziyyətdir. Sən görsən kimsə təhdid eləyəndə deyirsən ki, filan şey eləyərəm ha, sən bunu eləsən. Sadəcə sən bunu sözlə deyirsən. Hələ ki heç bir şey eləməyibsən. Sadəcə təhdid elədin. Bəs kiber hücum nədir? İnformasiya sistemlərində və ehtiyatlarının informasiya təhlükəsizliyinə təhdid yaradan və yaxud da onların fəaliyyətinin pozulmasına, dayandırılmasına səbəb olan qəsdən törədilən əməllərdir. Bəyək sən onu təhdid eləyirdin, indi amma təhdid eləmsən. Birbaşa dediyini eləyirsən. Dediyini eləyən nə olur? Kiber hücumlardır. Bəs kiber insident nədir? Insident sözünü zaten ki ingilis dilində, o boyda ingilis hazırlığa geçsiz, ta ingilis dilindən imtahan verəsiz. Bir zəhmət bilək. İnsident sözünün mənası nədir? Hadisə deməkdir. Deməli, informasiya sistemlərində, avtomatlaşdırılmış idarə etmə sistemlərində və yaxud da ki, informasiya kommunikasiya şəbəkələrinin fəaliyyətinin dayandırılmasıdır, pozulmasıdır və yaxud da ki, həmin obyektlərin informasiya təhlükəsizliyinin pozulmasına səbəb ola bilən hadisələrdir. İndi burada bir də belə bir şeylər var ki, kiber təhdidlər nələr sayılır? Viruslardır və yaxud da ki, zərərli proqramlar. Viruslara malware deyiləcəkdir. Bunu görsəniz şoka düşməyin. Malware bərabərdir virus sözünə. Sonra phishinglərdir. Birazdan phishinglərdən danışacağıq ki, phishing nə deməkdir? Saxta mesaj və yaxud da ki, e-maillər, DDoS hücumları, DOS hücumlarını bayaqlarım danışdım. Bu nə idi? Demişdim ki, bir dənə serverə eyni anda milyonlarla kompüterdən hücum gəlir. Bunlardır. Və yaxud da şifrə oğurluğudur, casus proqramlardır. Bunlar hər biri kiber təhdid sayılır. Gəlirik nəyə? İndi hücumun növlərinə. Görək hansı hücumlar var? Ələ keçirmə, dəyişdirilmə, fasilə və qondarma hücumlar var. Ələ keçirmə nədir? Başqasına aid olan məlumatı icazəsiz oxuyursan, dinləyirsən. Kimisə e-postunu gizlincə oxuyursan, telefon danışığını dinləyirsən, sənədləri icazəsiz kopyalayırsan. O ki, bəzən avtobusda gedirsən, görsən ki, yanındakı xala sənin telefonuna baxır. Bu nə eləyir? Telefonuna baxması, yəni önəmli, sən orada nəsə deyə də bilərsən, deməyə də bilərsən. Hər bir halda bu səndən ötürü hücumun bir növüdür. Hansı növü? Ələ keçirtmə növüdür. Hansı ki, bunun da xüsusiyyəti nədir? Sən yanındakı xala bəlkə də sən hiss eləmədən gör, indiyənə qədər nə qədər insanlar sənin telefonunu sən hiss eləmədən baxıbdır. Bu hücumlar necə olur? Səssiz olur. Heç sən onun fərqinə də varmırsan. Fərqinə varmadan bəlkə də sən orada kart nömrəni yazmısan və yaxud da ki, kart nömrənin əsas hissələrini yazmısan, parolunu yazmısan, artıq o onu gördü. Deməli,
Buna qarşı biraz diqqətli olmaq lazımdır. Keçid eləyirik nəyə? Dəyişdirilmə. Buna modifikasiya deyirlər. Dəyişdirilmə, modifikasiya nə deməkdir? Məlumatı icazəsiz olaraq dəyişdirirsən, təhrif edirsən. Yəni fayldakı məlumatlar dəyişdirilir, sənəddəki rəqəmləri saxtalaşdırırsan. Nə bilim, məsəl üçün hər hansısa da bir tələbənin qiymətlərini götürüb dəyişdiribsən. C alıbdırsa da götürüb B qiymətinə dəyişdiribsən. Gizlincə sistemdə dəyişikliklərin olunmasıdır. Sonra fasilələr var. Və fasilə nədir? Sistem və yaxud da ki, xidməti işləmə hala salır. Sadəcə saytın açılması, poçt serverinin çökməsi, istifadəçinin sistemə girə bilməməsi halları fasilələrdir. Yəni bir sayt eyni anda minlərlə saxta sorğun göndərir, DOS hücumu eləyir. Sistemə sən girə bilmirsən, o arxa fonda öz işini görür. Sən ta ki girənə qədər. Onun arxa fonda öz işi bitəndən sonra sistemə sən normal girəcəksən. Sonra qondarmalar var. Bunlar nə idi? Bayaqlarım orada oxumuşduq. Sistemdə saxta məlumatların yaradılmasıdır. Yanından e-poçt yaradılırlar və yaxud da ki, saxta məlumatları bazaya əlavə edilməsi. Bəzən e-poçta girirsən, sənə saxta e-poçtla gəlibdir. Sən demə baxırsan ki, bu e-poçtun heç yaradıcısı məsəl üçün sənin tanıdığın insan deyil. Saxta e-poçtdur. Gəlir indi risklərdən danışırıq. Risklər nələrdir? Risk ümumiyyətcə dəyər kəsb edən hər hansısa da bir vəsaitin, nəyinsə də bir şeyin itirilmə ehtimalıdır. Desini, filan şey üçün risk aldım. O, itirə də bilərsən onu, itirməyə də bilərsən. Bəs riski təşkil edən amillər nələrdir? Riski təşkil edən amillər aktivlər, təhdidlər və zəifliklər olmaqla 3 yerə bölünür. Aktivlər bəs nələrdir? Aktivlər ingiliscə asset sözündən götürülübdür. Yəni bunlar sistemdə qorunmalı olan hər bir şeydir. Kompüterdə olan faylların, sənədlərin, şəkillərin, proqramların, yəni dəyərli olan hər şeyin. Bunlar aktivlər adlandırılır. Aktivlər hər hansısa bir şəxsin, təşkilatın məlumatlarını, şəbəkəni zəbt eləmək istəyən pis niyyətli hakerlər, birazdan hakerlər və krakerlərdən danışacağıq. Viruslardan və qurtlardan və yaxud da təbii fəlakətlərdən, ətraf mühit şəraitindən və yaxud da ki, digər arzu olunmaz vəziyyətlərdən qorumalısan aktivləri. Çünki bu bayaqlarım dediyim kimi bu sənə ötürü dəyərlidir. Bunu sən qorumalısan. Gəlsən təhdidlərə. Təhdid nə deməkdir bəs? Aktivlərə, yəni sənin üçün dəyərli olan fayl, sənəd və yaxud da ki, aparatlar, cihazlara zərər verə biləcək təhlükələr, təhdidlərdir. Bəs zəiflik nədir? Zəiflik, bunun ingiliscə adı vulnerabilities adlandırılır. Vulnerabilities. Sistemə olan boşluqlar və yaxud da ki, çatışmamazlıqlardır. Yəni zəiflik, təcavüzlərin sistemə hücum etmək üçün istifadə edə biləcək sistemdəki qüsurlardır. Buna qüsur və yaxud da ki, boşluq, çatışmamazlıq deyə bilərsən. Və bir də nəyi yadda saxlayın? Yadda saxlayın ki, zəifliklərin ən çox yayılmış siyahısı SVE deyilən bir siyahıdır. Bu siyahı nədir? Ümumi dünyada bundan istifadə edirlər ki, bütün proqramların arxa fonda olan boşluqları həmin o siyahının içərisində yazılır. Ki, bu da Metra Corporation tərəfindən verilmiş buradakı siyahıdır ki, bunun içərisinə daxil olub siyahını yoxlaya bilərsiniz, özünüzdə görə bilərsiniz. Gəlirik indi nəyə? Ən çox yayılan təhlükənin 4 dənə növü var bunlara. Əsas bunlar qəbullara düşə bilər. Phishing hücumları düşə bilər deyəndə, yəni düşmə ehtimalı yüksəkdir. Phishing hücumlarının özlərində növləri var. Spear phishing, vishing, pop-up, whaling, domain spoofing, bir də ki, bu MITM. Bunlarda indi bunun birazdan adı başqa cür oxunur. Proses hələ ki söz olaraqdan, yazılış olaraqdan sizə oxudum. Bu birinci növüdür. Sonra ikinci növü olan güc tətbiqləridir. Üçüncü zərərverici yoluxdurmadır. Dördüncü isə sosial mühəndislikdir. Gələk indi phishinglərdən. Hərfi tərcüməsi belədir. Balıq ovu. İndi görək phishinglər, yəni ingiliscə yazılışı belədir. Bu nə deməkdir? Bu kiberdələduzluğun xüsusi növüdür. Və phishingdə istifadəçiləri aldatma yolundan adətən məxfi xarakterli sənin fərdi məlumatlarını təqdim eləməyə məcbur eləyir səni. Yəni nə cür məcbur eləyir? Ən çox e-poçtla başlayır. Etibarlı bir yeri təqlid eləyir. Yəni sənə zəng gəlir və yaxud da e-poçtla mesaj gəlir ki, məsəl üçün atıram. Kapital Bankın işçisidir, sizlə danışır. Sizin kartınız
filan müddətdən sonra bloklanacaqdır və yaxud da hal-hazırda təhlükə altındadır. Kartınızdan müəyyən bir miqdarda avtomatik olaraqdan filan vaxtdan sonra pul çıxmağa başlayır və s. və s. Belə şeylər danışır. Və bunların qarşısını almaq üçün bizə zəhmət olmaz kart nömrəsini və yaxud da ki parolunu və s. belə ona lazım olan məlumatları verməyini sizdən istəyir. Sizdəki qorxu hissi, həyəcan hissi və yaxud da ki başqa bir hisslər keçirdiyinizə görə durub bəzən öz məxfi fərdi məlumatlarınızı verirsiniz. Bu nə oldu? Phishing oldu. Və bir də phishingin başqa hansı növ var? Ən çox qəbula düşmüş növü budur. Spear phishingdir. Spear phishing nədir? Bəyək ki, phishing, normal bu phishing bütün hamıya yönləndirilirdi. Hər kəsə göndərə bilərsən. Ancaq bu, əvvəlcədən hədəfi müəyyən eləyirlər. Əvvəlcədən bilirlər ki, kimə göndərəcəkdilər. Yəni, təsadüfi olaraqdan bunu seçmirlər. Və spear phishing, normal phishingə baxanda daha çox müvəffəqiyyəti var. Yəni, 70%-ni təşkil edir. Amma normal phishing isə 3% nisbətdədir. Bir də var vishing. Vishing nədir? Voice phishingdir. Voice yəni səs ilə. Bəyək ki, nə cür idi? E-poçla idi. Amma burada e-poçunun yerinə telefondan istifadə edirlər. Bank müştəriləri məxfi məlumatların oğurlanması üçün telefon fırıldaqçılığının bir növüdür. Zəng eləyirlər, çağrı mərkəzi kimi özlərini təqdim eləyirlər və salam. Sən də pin kodundur, parolundur, nəyin var, nəyin yox ona deyibsən. Getdi. Bir də nə var burada? Pop-up phishing növü var. Bu isə nə deməkdir? Bu klikləməklə. O bayaqlar mən də demək, geçsən nəyəsə virusları danışanda demişdim. Geçsən soxulcan viruslarında nəyəsə də çıqqıldadırsan, daxil olsun. Yəni çıqqıldatmaq nə demək? Yəni mouse'un sol düyməsindən daxil olsun, klikləyirsən və salam. Sən artıq oraya klikləyibsənsə də ondan sonra sana deyir ki, filan faylı indir, ya nə bilim nə və yaxud da ki, məsəl üçün mən bundan ən çox nə zaman rastlaşmışam? Operanı səhv eləmirəmsə də, bilmirəm, hansısa da saytdan operanı yükləməyə çalışırdım. Operanı yükləyəndə gözə görünməz bir hissədə, onun da mənim öz müəllimim demişdir ki, o vaxtı ki, gözə görünməz bir hissəsində demişdi, onunla yanaşı başqa əlavə proqramlar yüklənəcəkdir. Sən ona bilmədən orada icazə verirsən. Oradakı icazəni ləğv elə. Orada avtomatik olaraqdan o tıkı qoyur ora. Yaşıl rəngli bir tıqdır. O işarə orada olur. Sən gərək operanı yükləyəndə diqqətli olasan, orada yazılmış verilənləri oxuyasan və oradakı tıqı aradan qaldırasan ki, opera ilə bərabər digər lazımsız sənin məxfi hər hansısa da məlumatlarını oğurlamayacaq olan, daha doğrusu oğurlayacaq olan proqramlar opera ilə bərabər yüklənməsin. Bu da belə bir şeydir. Sonra gəlirik nəyə? Balina ovu. Whaling. Whaling nə deməkdir? Balina görürsünüz, bəyəkdən fishingdən danışılır. Fish balığı idi. Balina idi. Balığın daha böyük bir versiyasıdır. Böyük demək nə deməkdir? Bəyəkdən normal sıravi insanlara hücum edirlərsə, indi yüksək səviyyəli idarəçini hədəfə alıbdılar. Yəni şirkətin CEO-sudur, direktordur, rəhbərdir və s. Bunları sənə zəng eləyir, e-post göndərir və yaxud da ki, hər hansısa da bir yolla səni virusu yoluxdurur, təhlükəsizliyini aradan qaldırır. Gəlirik bir də nə var? Domain spoofing var. Domain spoofing nə idi? DNS saxtakarlığıdır. Bəs DNS nə idi? DNS-i öyrənmişdik. DNS şəbəkədəki IP-ni ad ünvanına çevirir. Yəni şəbəkədə arxa fonda sənin IP ünvanı nətərdir? 192. məsəl üçün çıxar özümdən deyim. 192.128.1.255. Bunu hər adam hər dəqiqə yadında saxlaya bilmir axı. Hətta bəzən IP ünvanları bəzi yerlərdə tez-tez dəyişdirilir. Ona görə sən nə qararsan? Həmin IP ünvanı yadda saxlamaqdansa, hazır sən rahat işləmək üçün domen ünvan. Məsəl üçün orada deyirsən ki, informasiya təhlükəsizliyi.com belə bir şey. Nəsə, bu cürlə domen ünvanı verilir. Gəlirik indi nəyə? Bir də burada domen ünvanlardan qoy görək nələri öyrənməliyik. Burada buranı oxumalısınız ki, sən məsəl üçün LinkedIn saytına məsələn deyirəm, daxil olursansa da, domen yaradılırsa da, domen saxtakarlıq hücumu vasitəsindən burada domen adında səhvliklər olar. Məsəl üçün Google yazılmaz, belə yazılar. Normalda Google sözündə 2 dənə o hərfi var axı. G-O-G-L-E yazılar.
bir dənə oyuna yazılar. Yəni sən buna fikir verməlisən. Yəni saytın adının saxtalaşdırılmasıdır bu. Yəni sən onu diqqət elə ki, bax gör sənin saytın adında saxtalaşdırılma yoxdur ki. Sonra bir də belə bir şey var ki, bu da phishingin başqa bir növüdür ki, man in the middle, MTM hücumları. Bunlar nələrdir? İki şəxs arasına daxil olur. Məsəl üçün iki dənə şirkət direktorudur, danışır və siz hiss eləmədən sizin aranıza daxil olur və məlumatları götürür. Wi-Fi dinləmə və yaxud da ki, sessiyanın qaçırılması və yaxud da ki, SSL, TLS protokollarından istifadə edərəkdən bu hücum baş verir. Sessiyanın qaçırılması nədir? Bunu çox vaxtı oyunlarda və s. belə bir şeylərdə, hər hansı proqramlarda görürsünüz. Yazır ki, sən oyununa davam eləməsən filan sessiyanı qaçırtdın. Orada səni məcbur eləyir ki, sən ona davam eləyəsən. O mesaj sayı göndərməsində səbəb o deyil ki, sən məsəl üçün oyununa davam elə. Son vecinə deyir, sən oyununa davam eləyirsən, eləmirsən, uduzsan uduz. Əsas niyyəti nədir? Sənin oradakı məlumatlarını əldə eləməkdir. Çünki sessiyanı qaçırdıbsan, axı o sənin məlumatını dayandırıbdır. Bir də arxa fonda baxaq görək. Aha, işləyir 40 dəqiqə danışırıq. Burada bir də siz nəyi bilin? Bu man in the middle hücumunun iki dənə növü var. Biri Ethercap'dır, biri də ARP spoof'dur. Bunlardan istifadə olunur. Yəni bunların sadəcə adınıza bilin. Sonra gəlir phishingdən qorunma üsullarına. Phishingdən nə cür qoruna bilirsən? Hər hansı da bir sayta, sosial şəbəkəyə girəndə istifadəçi adında, şifrəndə, təkrar girişlərində bunların dəyişdirilməsidir, bank kartlarında alqı-satqıdır. Bunlardan dəfələrlə yoxlayın. Bəzi yerlərə daxil olduqda həmin girdiyin yerin adından bir şübhələn, bir bax, yoxla, gör, sən istifadəçi adını, parolu falan hər bir şeyi götürüb oraya yazacaqsan. Bir bax gör, doğru mu yerə girirsən? Yəni normalda Google-un adı G-O-O-G-L-E mi yazılıb, yoxsa Google mu yazılıbdır? Tək oyla mı yazılıbdır? Belə şeylərə fikir verin. Və yaxud da ki, buraları oxuyarsınız özünüz. Yəni normal bildiyiniz şeylərdir. Sadəcə bilirik deyib üstündən keçirsiniz. Ona görə də bəzən təhlükəsizlikdən təmin oluna bilmirsiniz. Əgər ki, yuxarıdakı yoluxmaları əgər özün araşdırmaq və yaxud da ki, bunu müəyyənləşdirə bilmirsənsə də, amma şübhələnibsən ki, səndə artıq phishing var. Bu zaman gedərsən xüsusi dövlət mühafizə xidmətləri var, xüsusi rabitə və yaxud da ki, informasiya təhlükəsizliyi dövlət agentliyinin kompüter insidentlərinə qarşı mübarizə mərkəzi var. Bunlara məlumat verə bilərsiniz. Və yaxud da ki, birazdan adını çəkəcəm, oralarda proqram var. Həmin proqramlara da yönləndirmə eləyə bilərsiniz. Daha sonra gəlirik, biz indi burada nə öyrənmişdik bayaqlarım? Ən çox yayılan təhlükənin 4 növünün birincisindən tamamilə danışdıq, qurtardıq. Keçirik ikincisinə. Güc tətbiqi hücumlarına. Görək güc tətbiqi hücumları nə deməkdir? Güc tətbiqi hücumunun digər adı brute forcingdir. Brute forcing görəndə bilin ki, güc tətbiqi hücumu deməkdir. Yəni, sən hər hansı bir hesabına, mailinə girəndə şifrələr toplusunun yoxlanması əməliyyatdır. Bu nə deməkdir? Sən məsəl üçün əvvəlcədən otururlar, fikir verirlər ki, sənin telefon nömrən nədir, adın, soyadın, doğum tarixin, uşağın adı və yaxud da ki, sənə ləqəb qoyubdularsa o ləqəbin belə olan məlumatlarını yığırlar. Sonra sənin sisteminə, axı birbaşa parolunu öyrənə bilmirlər. Sisteminə girmək üçün böyük ehtimal ki, insanlar nə var? Adını qoyur, məsəl üçün Elmirə 1-2-3 götürüb qoyur paroluna. Yəni bunu bilməyə nə var ki, bir dənə adını bilməyin bəsdir. 100% gördü də danca 1-2-3 qoyubsan və yaxud da ki, nə bilim, götürüb çox adam öz ilini qoyur paroluna və yaxud da ki, nələrsə də belə bir şeylər və yaxud da ki, öz telefon nömrəsini qoyur. Yəni bunları öyrənməklə tezcə güc tətbiq eləyib, brute forcinglə sənin təhlükəsizliyin qırıldı. Gəlirik indi nəyə? Bayaqdan dediyim şifrə təhlükəsizliyi üçün diqqət olunmalı olan yerlərə qəbula düşə bilər. Bunları deyər ki, aşağıdakılardan hansı şifrə təhlükəsizliyi üçündür? Yəni bura diqqətlə qulaq asın. Deməli, hər bir yerdə, hər bir sahədə şifrənizi sistem tərəfindən default şifrələr olaraqdan qalmamasına diqqət edin. Və yaxud da ki, bəzən orada yazılır ki, məsəl üçün, hansısa da bir proqramdan qeydiyyatdan keçirsən, qeydiyyatdan keçən istifadəçi adını qoyursan, məsəl üçün Elmirə 1-2-3 qoydun. Sonra sadəcə deyir ki, aşağıda parol qoy. Parol yerinə burada example qoyur. Məsəl üçün, ən çox bax bu adı görəcəksiniz.
John Doe deyəsənsə, John Doe-dim yoxsa Doe-dim? Qoy bir dənə dəqiq bax. Hə. John Doe. Bu adı. Bu bilirsiniz nədir? Normalda bu anonim olan şəxsin adıdır ki, normalda sən indiyənə qədər bilmirəm, fikir vermişsiniz, bəlkə də fikir verirsiniz. Hər hansısa da bir proqramdan və yaxud da IT səviyyəsində olan nəyisə də açmaq istəyirsinizsə də bu adı example olaraqdan həmişə bunun adını verirlər ki, bu tipli bir şey qoy. Durub ta sən orada example-ın özünün paroluna qoymayın. Tapmağa nə var ki, ta o example-ın özünü yoxlayan kimi anında girərlər. Yəni bu hardasa da 10 deyir sənə. Və yaxud da deyir ki, şifrələrinizi çox rast gəlinən şifrələr qoymayın. Yəni çox rast gəlinən nə deməkdir? 4 dənə 1, 8 dənə 0, ya nə bilim 1 2 3 4 5. Belə şifrələr qoyma. Sonra şifrələri nə cür qoymalısan? Bayaqlarımda sözlə demişdim ki, heç olmasa 8-12 aralığında, uzunluğunda olsun, böyük kiçik hərflər olsun. Yəni bunların hər biri olmalıdır içində. Sonra rəqəmlər, simvollar, hər bir şey olsun arada. Daha sonra başqa nələr var burada? Buraları özünüz oxuyarsınız. Hələ ki ən vacib olan hissələrini deyirəm. Sonra baxaq görək burada nələr deyir. Deyir ki, müxtəlif hesablarda müxtəlif şifrələrin istifadəsi zamanı və eyni sistemdə müxtəlif istifadəsi, yəni user şifrələr üçün eyni şifrədən istifadə eləmə. Gəlib məsəl üçün Instagram parolunu götürüb qoyubsansa Elmirə 1-2-3, gedib bunu Twitter hesabına da Elmirə 1-2-3 qoysun, o birisinə də Elmirə 1-2-3 qoysun. Ta sən bir dənə Instagram parolunu qıran kimi, yəqin ki bu Twitter hesabına da girmək istəyəcəkdir. Götürüb oraya Elmirə 1-2-3 yazan kimi, aha, anlayır. Heç olmasa yaxşı, birini uğradıbsanız da qoy o birisilər yerindəsə də qalsın. Sonra gəri başqa nəyə oxumalıyıq buralarda, nəyə diqqət eləməliyik? 3 aydan bir parolunuzu dəyişməkdə daha çox fayda var. İllərlə eyni parolda qalma. Çünki bəlkə də sənin xəbərin olmadan sənin parolunu götürüb uğurlayıbdılar və istədiyi vaxt heç bir məlumatını dəyişdirmədən sadəcə orada eləcəncə sənin bütün məlumatlarına baxır, kimsə də nəzarət edir. Hazır 3 aydan bir bunu dəyişdir. Sonra şifrələrinizi kağıza yazıb qoymayın və yaxud da ki, şifrəni götürüb kompüterin içində Word faylında, TXT faylında və yaxud nə bilim bu kimi uzantılara malik olan hər hansı da bir proqramın sənədlərinin içərisində saxlamayın. Və şifrələrini heç vaxt keş yaddaşda saxlama. Məsəl üçün, bax, deyəyin ki, şəxsi kabinetə daxil olanda. Şəxsi kabinetə daxil olsansa, əgər ikinci cəhd imtahanında onu eləmiş olarsınız, böyük ehtimal ki, çoxsu buna diqqət eləməyibdir. Başqasının kompüterindən mi getdiniz siz? Şəxsi kabinetinizə daxil oldunuz, ora pulunuzu yüklədiniz və s. nəsə də işlər gördünüz. Həmin kompüterdən bəs çıxış eləyəndə orada şəxsi kabinetdən çıx sözünə mi bastın, çıxdın, yoxsa burada elə birbaşa X-ə mi bastın, çıxdın? X-ə basıb çıxsansa, o onun arxa fonunda keş yaddaşında qalır. Keş yaddaşı öyrənmişdik. Nə idi? Sürətləndirici yaddaşı idi. Hansı ki, bax, bir dəqiqə mənim keş yaddaşımda görünə qalıbdır. Mən məsəl üçün burada gül şəkli yazacağam. Gül şəkli yazmaq istəyirəm. Gül hərfinə basıram. Basan kimi bax, buralarda biraz mənasız şeylər çıxır. Basan kimi buralarda əvvəlcə axtardığımız şeylər gəlir. Sonra davam edirik. Başqa nə var? Başqa da bir də nə var? Double authentication-dan istifadə edin. Yəni bu ikiqat identifikasiyadan istifadə eləmək, yəni ikiqat şifrələmədən istifadə edin. Ən çox WhatsApp-ınızda görürsünüz bunu. Deyir ki, ikiqat şifrələməyə, qorumaya almağınız daha çox məsləhətlidir. Birazdan deyəcəm niyə məsləhətlidir. Zərərverici yoluxdurma, malware injeksiyonlardan danışağın gəlin. Zərərverici proqramların inyeksiyası. Bunlar nələrdir? Zərərli proqram təminatının hədəf sisteminə və yaxud da ki, şəbəkəyə onun təhlükəsizliyini pozmaq, icazəsiz giriş əldə eləmək, zərər vermək niyyətindən daxil edilmə prosesinə aid olunan bir növdür. Və zərərvericilərin ən təhlükəli cəhəti yüklədikdən sonra özünü gizlədirlər onlar. Və silirlər, başqa adla kompüterin yaddaşında qalırlar. Arxa planda gözə görünməz olurlar. Yəni belə şeylərə diqqət yetirmək lazımdır və bunlara diqqət yetirmək üçün səhərdən danışmışıq, nələri eləməlisən. Və bir də burada zərərverici yoluxdurmanın bir yol var idi ki, SQL olaraqdan SQL inyeksiyası deyilən bir şey var ki, bu nədir? Bu SQL bilirsiniz ki, VBS-də keçmişlikdə bir bazadır.
Bu bazanın içərisində serverdə ixtiyari əmrləri dəyişdirə bilərlər, poza bilərlər, icazəsiz giriş eləyə bilərlər. Bəs bunları necə tapmaq olar? Bunları necə tapmaq olur? SQL inyeksiyası üçün bir sayt axtararkən axtarış yerinə bir dənə dırnaq işarəsi qoyulmalıdır. Və yaxud da ki, bunun kimi xüsusi simvollardan istifadə edərəkdən verilənlər bazasının xətasını əldə etməyə cəhd etmək lazımdır. Və yaxud da ki, forma girişlərinə sınaqdan keçirmək lazımdır. Yəni SQL zəifliyinin olub-olmadığını əllə axtarmaq lazımdır. Əllə axtarmaq, yəni xüsusi simvollardan istifadə etməkdir. Çox da belə dərin. Sadəcə bilin ki, nədən söhbət gedir burada. Gəlirik buralarda nələrdən danışır? Zərərvericidən qorunmaq üçün diqqət yetirilməli olan vacib yerlər. Bayaqdan danışdığımız kimi antiviruslardan istifadə etməlisən və yaxud da bayaqlarım dedim orada ki, sən məsəl üçün parolları demişdim ki, .doc, .txt və s. bu tipli uzantılı fayllarda saxlama və yaxud da ki, əlavə olaraqdan bu tipli uzantılı faylların endirilməsinə diqqət elə. Əgər bu e-maildən və yaxud da ki, başqa bir yerdən sənə göndərilibsə də, ola bilər ki, sən o faylı açarsan, normal bir fayldır deyərsən, istifadə edirəm. Amma o faylın arxa fonuna sənə hər hansısa bir proqram yükləyər, o proqram kompüterə daxil olar. Sonra burada bayaqlarım demişdim, dedim ki, şübhələndiyin aradakı dediyim kimi o qurumlara git, müraciət elə və yaxud da ki, şübhələnibsənsə də faylları yoxlamaq üçün https://www.virustotal.com saytına girə bilərsən və yaxud da ki, malvealab@mailcenter.gov laboratoriyasına e-mail göndərə bilərsən. Onlar özləri virusu tarayarlar, varsa da sənə e-mail mesajını göndərərlər. Sonra sosial mühəndislik var. Bu nədir? Social engineering. Sosial mühəndislik həssas məlumatlara, sistemlərə və yaxud da ki, fiziki məkanlara icazəsiz giriş əldə etmək üçün insan psixologiyasının manipulyasiyasını və istismarını təmin etmək üçün bir termindir. Yəni, bunu nədən istifadə edir? İnsan psixologiyasını manipulyasiya edir. Və ən çox istifadə olunan sosial mühəndislik növləri hansılardır? Brute force, zərər verən şəxs və yaxud da ki, sizin etibarınızı qazanmış virtual dostunuz. Yəni, virtual dostunuz nədir? Sosial bu mühəndislikdə, əslində sosial mühəndislik o deməkdir ki, sən burada daxil olursan, hər hansısa da bir sosial şəbəkəyə deyək, nəyəsə də bir sayta daxil olağın, saxta profillərlə sosial tanışlıqlar verirlər, virtual dostluqlar yaradırlar sizlərlə. O ki, hansı ki, ən çox bunu uşaqlar oyun oynayanda tez-tez qarşılaşırlar. Oyun oynayırsan, bilmirsən də qarşındakı kimdir, amma sən virtual onunla danışa bilirsən də. O, yəni, nə üzünü göstərib, nə adını bilirsən, bəlkə də adını tamamilə yanlış deyibdir sənə. Birdən durursa deyir ki, sən bilsənmi, mən məsəl üçün filanıncı səviyyəyə gəlmək üçün filan haçqı eləmişəm, hakerdən istifadə eləmişəm, gəl səninkinə də eləyim və yaxud da ki, səninkin də pulsuz olaraqdan sənin də oyunun levelini qaldırım. Sən ona inanırsan, virtual dostluq yaradırsan, səndən parolumu istədi, getdin ona inandın, verdin və sən batdın. Növbət səfər sən öz oyunu və öz hesabına girə bilmirsən. Çünki onu uğurladı, getdi. Deməli, nə iş gördü burada? Brute force elədi. Brute force nə idi? Bayaqlarım orada demişdik. Sənin məlumatlarını, fərdi məlumatlarını əldə eləyirdi. Adındır, soyadındır, nə bilim, və yaxud da ki, özü birbaşa səndən parol ala bilmir. Səndən başlayır yavaş-yavaş soruşmağa ki, atanın adı nədir, ananın adı nədir, nəvin filandır, belədir, elədir, harada yaşayırsan və s. Bu kimi və yaxud da telefon nömrəvi istəyəcək səndən, deyəcək ki, WhatsAppda danışağın və s. O elə belə səndən soruşmur. Yəqin ki, arxa fonda gedəcək onları yoxlamağa. Sonra, ən çox istifadə olunan bu sosial mühəndislik növlərindən biri də nədir? O bayaqlarım dediyim kimi, bax burada. Facebook-dan sahnesində bir şey göndərir. Facebook-un adını dəyişdirir və yaxud da Facebook yazılıb. Sən də başlığını oxuyubsan, ortasını oxumayıbsan. Batdın, getdi. Sən bütün məlumatların getdi. Sonra nələr var burada? WannaCry var. Bir də bunun digər adı Petya ransomware-dır. Ransomware nədir? Birazdan deyəcək, fidyə deməkdir. Bu, yəni səndən pul istəyəcəkdir. Bununla bu viruslardan mühafizə üsulları. 2017-ci ildə SMB protokolunda aşkarlanmış boşluqlardan istifadə edərəkdən WannaCry, yəni ransomware fidya virusunun qarşısına Malwaretech
adlı, yəni nikli bir IT eksperti zərərverici kill switch aşkarlamışdı və bununla da həmin bu virusdan mühafizə olunmuşdu. Yəni virusu tapmışdı. Sadəcə bunu bilin ki, WannaCry adında ransomware fidyə istəyən, yəni pul istəyən bir virus növü var. Deməli, bunu ağarmışdı. Zərərverici əvvəlcə bu gördüyünüz domenə müraciət eləmişdi və qeydiyyata alınmış olduğunu yoxlanılmışdı. Əgər domen qeydiyyatdan keçmişsə də virus faylları şifrələməyə başlayırdı. Əks halda fəaliyyətini dayandırırdı. Əgər ki, qeydiyyatdan keçirsə də dayandırır fəaliyyətini. Tədqiqatçı həmin domeni qeydiyyata almaqla və salam virus fəaliyyətini dayandırmağa nail olmuşdu. Bu da belə. Belə bir məlumat. Gəlirik aşağıya. Deyir ki, bu bayaqki hal Petya virusunda mı aşkarlanmamışdı. Nəsə buraları elə bir özünüz üçün oxuyarsınız. Zərərli proqramlardan yoluxdurma simptomları, bayaqları bunlardan hardasa da danışmışıq. Amma yeni də üstündən bir də keçək. Sistem yavaşlayır, proqramlar qeyri-sabit olur, gizli və yaxud fayllar və yaxud da ki, qovluqlar yaranır və yaxud da ki, sənin öz qovluqların gizlənir, ekrana reklamlar gəlir, şəbəkə problemləri yaranır, tanınmaz proqramlar olur, antivirus proqramları işləmir, bir gözünə avazlı quraşdırırsan işləmək bilmir və yaxud da ki, kompüterin gözlənilmədən yenidən başlanması baş verir, sistem resurslarında yüksək istifadə olur, e-poçtlardan göndərmə problemləri yaradır və s. Bir də görürsən ki, sən task meneceri açıbsan, ayda orada görürsən ki, SIP-un 100%-dən işləyir, RAM 100%-dən işləyir, dəhşət dərəcədə kompüterinin qızma baş veribdir. Deməli, bu nədir? Sənin arxa fonda virus var. Bu da belə. Ona görə anında nağarırsan, firewall-u, Defender'i açırsan, Defender hansıdır? Bax, budur. Buranı gəlirsən, açırsan Windows Security bölməsindən. Buralardan elə ki, hamısının qarşısına quş işarəsi gəlsin. Hal-hazırda məndə görürsünüz, nədəsə nida var. Yəqin ki, nəyisə də yenidən yükləməmişəm. Ona görə bayaqlarım dedimmi, yoxsa hələ qabaqdan mı deyəcəm. Sisteminizi tez-tez yükləyin, update eləyin ki, təhlükəsizlik Defenderinizdə məndə kimi nida görsənməsin. İndi mən gördüm onu. Kompüteri sonradan söndürəcəm. Ondan sonra update eləyəcək. Sonra gəlirik burada bir də belə bir şey var. Bu ad var. SAPTSHA. Bu nədir? İngilis sözlərinin baş hərfləridir. Completely automated public turning test to tell computers and humans apart. Deməli, nə deyir bu? İnsanları və yaxud da kompüterləri ayırmaq üçün istifadə olunan avtomatlaşdırılmış bir testi. Sadəcə bunun bir test olduğunu bilin və salam. Yəni nəyin testidir? Veb-sayta ki, o ki girirsən, sənin robot olub olmadığını, bot olub olmadığını yoxlayır. Nə bilim, orada gəlir ki, aşağıdakı şəkillərdən velosiped şəkillərini seçin və yaxud da nə bilim, körpü şəklini seç və s. Bu həmin o testin bir adıdır. Və bu adın əsas funksiyaları var. Bunlar nə qarırlar? Əsas funksiya olaraqdan insanları tanıyırlar, sonra spamların qarşısını alırlar və yaxud da ki, təhlükəsizlik üçündür. Təbii də ki, bu təhlükəsizlik dərsini keçiriksə də təhlükəsizlik üçündür. Bot olub olmadığı səndən yoxlayır. Və onu da insanlar öz-özlərinə fikirləşirlər ki, bu nə bilirik, mən robotam yoxsa yoxam, robot deyiləm daha doğrusu. Onsuz ki, basıram da, mən insanam da onsuz ki, yəni bu başqa kim bilər ki. O orada düzdür, robot da orada bir dəqiqə süni intellekti inkişaf edibdir. Velosiped şəklini tapa bilər. Sən də. Prosto sənin oradakı sürətini yoxlayır. Məsəl üçün, sən oradan-buradan seçməksən. Gözünə birinci hardan gəldi, oradan isə. Amma məsəl üçün, süni intellektə versəydi sıra ilə eləyərdi və hər birini eyni saniyələrdə işləyərdi. Eyni saniyələrdə işarələyərdi. Yəni, bu kimi halların qarşısını almaq istəyir. Sonra, gəlirik nəyə? İdentifikasiya, autentifikasiya və avtorizasiyaya. İndi, informasiya təhlükəsizliyi baxımından istifadəçini, yəni subyektsən sən bu dəqiqə və hər hansısa da sistemdə obyektdir. Giriş cəhdi üçün 3 anlayış var. İdentifikasiya. Eşidirsiniz bunu. Mənası nə deməkdir? Eyniləşdirmək deməkdir. Yəni, identifikasiya, eyniləşdirmək deyəndə subyektin təkrarlanmayan eyniləşdirmə vasitəsi o deməkdir ki, username'in. Sən bura username'i daxil edirsən. Sən kimsən? Sənin kim olduğunu yazsan oraya ki, Elmira Məmmədova. Sonra gəlirik nəyə?
Autentifikasiya. Düzdür, praktik olaraqdan bu ikisi eyni anda baş verir deyə çox da fikir verə bilmirsiniz, amma hərəsi ayrı-ayrı bir anlayışlardır. Autentifikasiya isə subyekt tərəfindən təqdim edilmiş məlumatın həqiqiliyinin yoxlanması prosesidir. Yəni sən oraya yazırsan, Elmirəyəm. Nə bilsən ki, sən Elmirəsən, Elmirə deyilsən. Hələ bir üstəlik də səndən parol istəyir. Aha, bu parolun yazılması nə oldu? Autentifikasiya oldu. Və bu autentifikasiyanın da özünün iki növ var. Qarşılıqlı autentifikasiya var, bir də standart autentifikasiya var. Standart autentifikasiya heç nə, parolunu yazın, username-ni yazın, birbaşa girdin. Qarşılıqlıda amma həm sən, həm də server səni ikiniz də bir-birinizi yoxlayırsınız. O hansı ki WhatsApp-da demişdim, ikili yoxlamanı gedin. Orada açın, 2 qat təhlükəsizliyi açın. Haradasa ona bənzər bir şeydir. Deməli, buradan istifadə edərəkdən həm müştəri, həm də server bir-birini təsdiqləməlidir. Bir-birlərinə kod gedir. O kodu yazmalıdır. Və kod demişkən, autentifikasiya bir neçə faktorla həyata keçirilir. Şifrələr gələ bilər sənə və yaxud da bir dəfəlik OTP şifrəsi gəlir. Hansı ki, bunu tez-tez görürsünüz. OTP şifrəsini harada görürsünüz? Bir bankda. Bir bankdan sizə parolunu falan ya da ki təzədən bir banka silibsən, yenidən yükləməksən, onda OTP kodunu göndərirlər. Smart kartda, tokenda, barmaq izində və s. Nəysə, ümumilikdə bunlar 3 kateqoriya altında birləşirlər. Subyektə məlum olan informasiya, yəni istifadəçi şifrəsi, subyektə aid olan fiziki cihaz və yaxud da ki avadanlıq, cihazın avadanlıq nə olacaqdır? Smart kartın, token və yaxud da ki public key'in, bunlar. Sonra subyektin fiziki bioloji xüsusiyyətləri, biometrika. Bunların danışacağıq. Bunu harada görmüşük bəs biz? Bankomatdan pul çıxardanda. Görsən, geçən bankomata nədən istifadə elədin? Smart kartından istifadə elədin. Getdin istifadəçi şifrəsini yazdın. Hələ bəzən səndən Plus-dakı biometrik viz istəyir. Nə bilim, barmaq izi və s. Bilməm, fikir verirsiniz. Bəzi bankomatların bölümündə barmaq izi hissəsi var. Biometriya nə deməkdir? Biometrik autentifikasiya. Bu, sənin insanın müəyyən bir hissələrinə baxaraqdan, bioloji xüsusiyyətlərinə baxaraqdan kimliyini müəyyən eləməsi deməkdir. Buna nələr aiddir? Barmaq izindir, əl izlərindir, yəni ovuc izindir və yaxud da ki, gözün güzehli qişası, tor qişası, nitq tanıma və s. bunlardır. Barmaq izindən danışaq. Buna daktiloskopiya deyirlər. Bilirsiniz ki, hər bir insanın barmaq izi fərqlidir. Burada parol yadda saxlamağa ehtiyac yoxdur. Daha sürətlidir, daha rahatdır. Saxtalaşdırılması çətindir. Çünki bir dənəcə iz var, o da sənin izindir. Deməli, bu nə zaman bəs mənfilikləri yaranır? Sensorun zədələnsə və yaxud da ki, barmaq izindən ziyan gəlsə, nə bilim, barmağın kəsilibdirmi, nə olubdur? Belə bir hallarda biraz çətinlik yaradır. Amma ki, fərdilikdir, təkrar edilməzlikdir, zamana görə stabillikdir. Bunlar da çox əla işləyir. Və bunun bərpa olunma xüsusiyyəti var. Bu demək deyil ki, barmağın qırılıbsa da sən barmağını oradan təzədən bir gətirib bərpa edəcəklər. Yəni, barmağını kəsik düşübdür. O kəsiyin müəyyən bir vaxtdan sonra bərpa olunacaqdır. Vəssalam. Sən gələrsən, yenidən istifadə edə bilərsən. Sonra gözün torlu qişası, retina deyirlər buna. Bu nə deməkdir? Torlu qişa arxa fondakı damarlarındır. Müəyyən bir işıq düşür, şüa düşür. Şüa ilə sənin göz dibi damarlarını oradan çəkirlər. Hər bir insanın damarları fərqlidir. Eyni ilə də gözün güzehli qişası. Buna iris deyirlər. İris bilirsiniz nədir? Gözünüzdəki rəhli yerdir. Göz bəbəyiniz deyirsə, hər hangi göz bəbəyin görürsünüz. Hətta rəngləri, məsələn, mənimki qəhvəyidirsə də, sənki tünd qəhvəyidir. O birisi biraz tonlarla dəyişir, içində xətlərlə dəyişir, naxışlarla dəyişir. Yəni, barmaq izin kimi bu da hərənin özünə aiddir. Sadəcə olaraqdan bunun mənfiliyi nədir? Mənfiliyi odur ki, bundan ötürü çox yüksək dəqiqliyə, daha doğrusu bu mənfiliyini deməyək, müsbətliyindən danışaq, çox yüksək dəqiqliyə malikdir və hava limanlarında yüksək təhlükəsizlik obyektlərində daha çox istifadə olunurlar. Mənfiliyi isə o deməkdir ki, müəyyən məsafə lazımdır və müəyyən şərait lazımdır və xüsusi avadanlıq tələb eləyir bunu sənin yoxlamağın üçün. Bir də burada nə var? Nitq özəlliyi. Nitqə görə tanınma var. Nitqə görə tanınma nə deməkdir? Bilirsiniz ki, hər bir insanın səs tezliyi müxtəlif tezliklərlə işləyir. Məsəl üçün, bəzilərinin səsi yüksəkdir, bəzisininki zəifdir və yaxud da ki, səsin özünün müəyyən xüsusiyyətlərinə görə. Üst tanınma, hamınızın bildiyiniz,
Hamının telefonlarında bu dəqiqə üst tanınma aktivdir demək olar ki, çoxsunda deyəyin. Video müşahidə kamerası vasitəsindən olur. Kamera açılır və salam. Sənin üzündə indi hər bir insanın burnundan ağzı arasındakı məsafə məsəl üçün fərqlidir, gözlər arasındakı məsafə fərqlidir. Belə. Sonra ovuca görə tanınma. Necə ki gözün və barmaqların fərqlidir, hər kəsin ovucunun içi də fərqlidir. Ovucun içində görsən nə qədər xətlər var. Mənim ovucumdakı damarların yollarında yaranmış xətlərlə səninkilər bir deyirlər. Və yaxud da ki, əl ölçüsü, sümüklərin ölçüsü və s. Bunlarla oradan sən fiziki ölçülərinə görə, ovucu görə tanınma ilə də biometriki davam elətdirə bilərsən. Daha sonra orada bayaqlam demişdik ki, identifikasiya var idi, autentifikasiya var idi, bir də nə var idi? Avtorizasiya. Bayaqdan danışdıqlarımız hər bir şey keçdinsə də, nə bilim, şifrəni yazdın, parolu yazdın, barmaq izindən istifadə edin, hər bir şey eləyəndən sonra artıq avtorizasiya prosesinə keçid eləyirsən. Bu nə deməkdir? Sənə nə qədər nələrə icazə verilir? Barmaq izini yazırsan deyə kefin istəyən hər bir şey eləyə bilməzsən. Müəyyən bir sərhədlər var. Məsəl üçün, barmaq izini yazdın, öz banka hesabına girəcəksən. Hamının banka hesabına girə bilməzsən. Və salam. Bunlar da bayaqdan danışdıqlarımızdır. Demək olar ki, çox belə çətin, hələ düşünmürəm ki, nəsə də danışmışam. Gəlirik burada nəyə? Biraz çətinliklər axırlardadır. Kooperativ gigiyena. Kooperativ gigiyena nə deməkdir? Şirkətdə çalışanların və sistemdəki sadə gündəlik təhlükəsizlik qaydalarına əməl edilməsidir. Və buna kibergigiyena da deyilə bilər. Kibergigiyena ümumiyyətcə nəyi öyrənir? Ümumiyyətcə hər bir vətəndaşa verilən müəyyən bir sadə təhlükəsizlikləri öyrənir ki, sən burada internetdən təhlükəsizlik istifadəsini bilməlisən, şəxsi kooperativ məlumatları qorumalısan, riskli sahələrdən müəyyən edilməsini bilməlisən, rəqəmsal təhlükəsizlik üzrə baza bilikləri və s. bunları öyrənəcəkdir. Gəlirik indi buralardan baxaq görək çox da vacib olan nəsə məlumat varmı? Kibergigiyenanın yekun hədəfi nədir? Riskləri düzgün qiymətləndirmək, onlardan qorunma üsullarını bilməklə şəbəkədə istifadə zamanı yaranan təhlükələri effektiv müdafiə olunmasıdır. Kooperativ kibergigiyenanın əsas elementləri var, bunları əzbərləməlisiniz. Proqram təminatının müntəzəm yenilənməsi. Bayaqlam deməmişdim, indi deyim. O bayaqlam gördünüz, mən Defenderi açanda orada nida işarəsi düşmüşdü. Dedim, o niyə düşmüşdü? Mən arxa fonda sistemə yəqin ki, update verməmişəm. Update verəndə o aradan qalxmalıdır. Digərləri kimi onda yanına yaşıl tık işarəsi gəlib düşməlidir. Deməli, tez-tez müntəzəm olaraqdan yenilə. Hansı ki, bayaqlan parollarda da demişdik. 3 aydan bir yenilənmə ver. Sonra, bəlkə sənin kompüterimin daxilində müəyyən bir müddətlik yaşaya bilən viruslar var. Yeniləmə verən kimi onlar anında firewalllar açılacaqdır, anında taranıb gedəcəkdir. Sonra, işçilərin təlimi. Yəni, hər bir işçiyə şirkət özü təlim verir ki, məsəl üçün, hətta belə bir təlimləri də var ki, məsəl üçün, çox vaxt bəzi şirkətlərə gedəndə biliyorsun, məsələn, ödəniş eləmək istəyirsən, sənin internetin yoxdur. Şirkət işçisindən internet almaq istəyirsən, deyir yoxumuzdur. Amma halbuki sən onu görürsən, orada internet var. Ona əvvəlcədən şirkətdəki bütün işçilərə deyirlər ki, şirkətin bu müəyyən olan internetini başqaları ilə paylaşmayın. Niyə buna qadağa qoyubdular? Ona görə qadağa qoyubdular ki, ola bilsin ki, indi məsəl üçün sənin heç bir qəsdi qərəzliyin yoxdur. Bəlkə başqasının hər hansı da bir nəsə də bir qəsdi qərəzliyi var. Bankın içindəki məlumatları oğurlamaq istəyir. Anında internet üzərindən girəcəkdir və salam. Sən burada məlumatlarını götürə bilər. Ona görə işçiləri təlim keçirdilər ki, hər kəsə internet paylaşmayın. Və yaxud da ki, başqa sırf internet üzərindən deməkdir, başqa təlimlər də olur. Güclü unikal parollardan istifadə edilməsi var. Əsas elementlərindən daimi yedəkləmə, yəni backuplar olunmalıdır ki, ransomware, yəni fidye proqramı hücumu, yəni məlumat ikisinin aradan qaldırılması, kritik məlumatların bərpa oluna biləcəyini təmin etməlisən ki, səndən pul istəyirsə də heç nə olmaz. Arxa fonunda sənin yedək backup'ın olsun. Şəbəkə təhlükəsizliyini artırmalısan. Yəni firewalllar qurulmalıdır. Firewall nə deməkdir? Yəni qoruyucu divarların olması deməkdir. Şəbəkədən gələn təhlükələrin aradan qaldırılmasıdır.
Endpoint protection var. Bu nə deməkdir? Şəbəkəyə qoşulmuş hər bir cihazın, kompüter olar, smartfon olar və yaxud da ki, başqa bir cihazlar. Bunların antivirus və yaxud da ki, anti-malware, malware bəxlam demişdim, virus deməkdir. Həllərdə kimi lazım təhlükəsizlik proqram təminatlarının quraşdırılmağını təmin etmək. Yəni, kiber hücumlardan qorunmaq deməkdir. Burada nə cür qorunacaqsan? Windows Defender quraşdırarsan və yaxud da ki, Kaspersky Endpoint Security-ni quraşdırarsan və s. Məhdud girişlər. Yəni, məhdud giriş nə deməkdir? Ən az imtiyaz prinsipi olmalıdır. POLP. İmtiyaz prinsipi nə deməkdir? Yəni ki, istifadəçi yalnız öz vəzifəsinə uyğun olan yerlərəcə, ehtiyacı olan yerlərəcə girə bilər. Ta sən gedib direktorun girə biləcəyi yerlərə daxil ola bilməsən. Sənə imtiyaz verilib, bu qədər yerdir. Vəssalam, çünki hər kəs direktorun girə biləcəyi yerə girsəydi, onda bütün tam məlumatlar əldə olunardı. Daha sonra fiziki təhlükəsizlik var, insidentlərə cavab planı var və satıcıların idarə edilməsi var. Zaten Azərbaycan dilində oxuyanda da mənasını başa düşmək olur. Gəlirik indi nəyə? Wi-Fi nədir? Hamımızın tanıdığı Wi-Fi. Wi-Fi modem deyil. Bunu birinci beynimizə həkk edək. Wi-Fi modem olsaydı, sən telefonuna internet qoşmaq istəsəydin, kabellə qoşardın. Wi-Fi-dən bir dənə kabel çəkərdin, elə qoşulardı. Wi-Fi simsiz şəbəkədir. Və yaxud da buna VLAN da deyirlər. Düşünün, hava üzərinə simsiz olaraqdan dalğalar vasitəsindən, radio tezliklər vasitəsindən elektron cihazlarının şəbəkəyə qoşulmasıdır. Və bunun da Wi-Fi-nin də özünün sürətləri var. Məsələn, 2.4 GHz, 5 GHz. Ona tək görsək 3G, 4G və yaxud da ki 2.4G bunlardır. Sonra şəbəkə təhlükəsizliyi var. Şəbəkə təhlükəsizliyi nə deməkdir? Kompüter şəbəkəsində və yaxud da ki, şəbəkəyə daxil ola bilən resurslara icazəsiz girişin, sui-istifadənin dəyişdirilmənin və yaxud da ki, rədd edilmənin qarşısını almaq üçün qəbul edilmiş təcrübə və siyasətlərə aiddir. Yəni, bu şəbəkə təbii ki, administrator bundan Türkçə demişkən sorumludur. Administrator tərəfindən idarə olunan şəbəkədəki məlumatlara girişlərin icazəsidir. Hətta bəzən fikir verirsiniz, bilmirəm, kompüterə yeni bir proqram yüklüyürsənsə, anında ekran belə qaralan kimi olur və sənə gəlib deyir ki, administrativ səviyyədə bunun yüklənməsinə icazə vermək istəyirsənmi? Yes, no olur. Yes bassan, hə, yüklənər. Orada niyə sənə o bildirimi verir? Ona görə ki, yəqin ki, onun içində virus ola da bilər, olmaya da bilər. Hər bir haldan onun qarşısı alınması üçün administrativ səviyyədə administratordan soruşmağın deyir, önəmi var. Gəlik buralardan nəyə? Şəbəkə təhlükəsizliyinin artırılması məqsədinə görülən tədbirlər qəbula düşmüş suallardan biridir. Hansı üsullar var? Firewalllardan istifadə, şifrələmələrdən, antiviruslardan, güclü parollardan, istifadəçi təlimlərindən, müntəzəm yeniləmələrdən, şəbəkə monitoringindən, segmentasiyadan. Segmentasiya nə deməkdir? Şəbəkənin daha kiçik idarə oluna bilən hissələrə bölünməsidir. İcazələrlə idarə edilməsindən, yəni istifadəçi yalnız öz vəzifəsi bəxlam demişdim, vəzifəsi olan yerlərəcə girə biləcək hüquqların verilməsindəndir. Sonra firewall-da bir daha deyim ki, şəbəkə trafikini süzgəcdən keçirilən divarlardır. Yəni, icazəsiz girişlərin qarşısını alan proqram və yaxud da ki, aparat təminatdır. Proqram da olar, aparat da olar. Gəlirik başqa qəbula düşmüş suallardan biri. Wi-Fi təhlükəsizliyini artırmaq məqsədilə bəs hansı tədbirlər görə bilərsən? Şifrələmə. Şifrələmə nə deməkdir? Bir ilisi, bir neçə illər, 2010-cu illərdə görürdünüz, qonşunun Wi-Fi-ni müəyyən proqram yüklüyürdünüz, ondan qırmaq olurdu. Deməli, qonşunun Wi-Fi-ni o vaxtı qırmağınız həmin Wi-Fi-in web adı altında, yəni web növündə olan, köhnə və etibarsız növündə olan şifrələməsində olduğunu bildirirdi ki, webdə olan hal-hazırda da əgər elə bir Wi-Fi qalıbdırsa da əgər, onun xüsusi proqramı var. Zaten ki, Google-a girən kimi tapmaq 2 vurkidir. Taparsan, şifrəsini qırmaq olur. Amma hal-hazırda günümüzdə olan VPA və VPA2-dir sizin Wi-Fi-inizdə. Telefonunuzu yuxarıdan aşağı edin, bir dənə Wi-Fi şəbəkəsinə daxil olun, orada görəcəksiniz. Wi-Fi-inizin adının böyük hissəsində ya da settings bölməsində VPA və yaxud da VPA2 yazılıbdır. Hətta ən yeni standartınız VPA3-dür. Daha çox təhlükəsizdir. Heç kəs sizin Wi-Fi-inizə girə bilməz. SSID-in gizlədilməsi. Bəzən görürsünüz, qonşularınız, Elmira müəllim elə hər dəfə deyir qonşularınızın görürsünüz ki, interneti var, digər ki, internetin adı düşmür sizə. Niyə? Çünki o onu gizlədibdir. Onu gizlətməklə şəbəkədə olan bəzi
şəxslərin adları görsənməyəcəkdir. Kim istəyir adını verir, parolunu verir, elə daxil olar. MAC ünvanının filtrlənməsi. Bilirsiniz ki, hər bir cihazın unikal MAC ünvanı var da, elə bu MAC ünvan dəyişdirilməyən ünvandır. Və bunun heç nə filtrlənməsi lazımdır. Sonra gəlirik burada. Bu MAC ünvanına nə cür filtrləmə aparırlar? Ondan danışaq. Sən məsəl üçün şəbəkəndə deyən ki, 20 dənə kompüter sənin şəbəkənə qoşula bilər. Amma sən istəmirsən 20 dənəsini 20'si də qoşulsun. Şəbəkədə daxil olursan, onun özünün xüsusi proqramı var. İstəsəniz YouTube-dan girib araşdıra bilərsiniz. Şəbəkədə deyirsən ki, 3 nəfərincə MAC ünvanı açıq qalsın. Məsəl üçün Elmiranın və yaxud da ki, nə bilim, Gülzöhrənin, Məmmədin, bunların kompüterləri və yaxud da ki, telefonlarıca daxil olsun. Onların icazələrin verilməsi üçün sən sırf onun MAC ünvanlarını bilməsən, bəs şəbəkə və onun adını yazdın, işte MAC ünvanını yazdın, bəsindir. Sənin yazdıqlarından əlavə sənin internetin parolunu və ya adını kim bilir bilsin, fərqi yoxdur. Girmək istəyəcək, açılmayacaq onda internet. Çünki onun icazəsi yoxdur, daxil olamayacaq. Avtomatik internet onu atacaqdır. Sonra güclü şifrələrdən istifadə 5000-ci səfər demişik, firewalllardan istifadə, bunda 5001-ci səfər demişik. Daha sonra daimi yenilənmələrdən istifadə 5002-ci səfər, bir də ki 0-cı səfər indi bunu deyirik, qonaq şəbəkəsindən istifadə. Qonaq şəbəkəsindən istifadə nə deməkdir? Sən normal olaraqdan internet açırsan, ancaq bunu ayrı bir kanal üzərindən açırsan. Qonaq gəldi deyirsən ki, sən xüsusi olaraqdan filan şeylərəcə girə bilərsən. İcazəni verirsən ki, YouTube-a gir, nə bilim, WhatsApp-a gir, Google-a gir və salam, bəsindir. Başqa Twitter-ə falan girmə mənim evimdə. Bunlarda yenə istəsəniz gedin YouTube-dan girin, araşdırın, baxın nə cür bu qonaq şəbəkəsini yaratmaq olar. Sonra sosial media təhlükəsizliyi var ki, sosial media platformasında bilirsiniz ki, yəni bu dəqiqə hamı ilə chat vasitəsindən orada danışır. Bu zaman fərdi məlumatların qorunmasına diqqət eləyin. Sosial mediada hər dəqiqə, nə bilim, buradan durursunuz, uçursunuz, gedirsiniz Maldiv adalarına, durub pasportunuzun falan şəklini qoyursunuz. Ya nə bilim, pasportunuzu qoyanda böyründə kimliyinizin şəkli istər-istəməz düşür bəzən. Bilmədən göstərilir. Və yaxud da nə bilim, elə istifadəçi adına götürüb adını, soyadını, ilini, maşınını, nömrəsini ta evində olan əşyanın neçə dənə olduğuna qədər ta qoyubsan oraya. Sonra deyirsən ki, niyə mənim nəyimsə də oğurlandı. Belə şeylərə diqqət eləmək lazımdır. Fərdi məlumatlarını yəni qorumaq lazımdır. Sonra postlarda post yerləşdirərkən ehtiyatlı olmalısan. Gedib orada post yerləşdirəndə bəzi insanlar, mən baxıram, fikir verirəm. Məsəl üçün hardadılarsa da olduqları məkanı paylaşırlar. Hələ bir ora bir dənə konum qoyurlar. Nə bilim, post yerləşdirəndə şəkil paylaşırlar. Üzlərini açıq qoyurlar. Məsəl üçün sən üzünü açıq qoyursan, bəlkə sənin orada üz tanıma vasitəsində üzünü skrin eləyər, başqa bir yerdə, məsəl üçün onun simulyasiyasını yaradar, başqa bir yerdə ondan istifadə eləyər və s. Belə şeylərə diqqət edin. Sırf ona görə ki, bəzi insanlardakı məxfi hesablar işlədirlər. Özlərinin icazə verdikləri dostları tərəfindənəcə onların hesablarına daxil olmaq olur. Yəni onları izləmək olur. Məxfi hesab işlətsəniz daha yaxşı olar ki, daha təhlükəsiz olasınız. Sonra gəlirik buralarda nələrə? Bəxtən bunların əslində danışmışıq. Kibercinayətkarlıqlardan danışağın. Kibercinayətkarlıqlar, kiberbullying və təcavüz, yəni hücumlar rəqəmsal dünyanın mənfi amilləridir. Bu haqqında elə belə deyək və bu mənfi amillərdə bəxtən dediklərimiz kimi mənbələri yoxlayın, girdiyiniz girin, görün. Həqiqətən də məsəl üçün bir də görürsünüz, bax dünənlərim elə internetdə yayıldı. Deyildi ki, magistr imtahanına gələndən speaking düşəcək. Bir bunu yaymazdan əvvəl, sən də özünü paylaşmazdan əvvəl, bir bax gör bunu dim.gov.az saytı mı qoyub paylaşıbdı? Yoxsa kimsə özündən çıxardıbdı, elə məşhur bir insandı, ağzından bir dənə söz çıxartdı, hamı da onu ona inanır deyədim. Yəni belə şeyləri yoxlayın, dost izləyici siyahlarınızı yoxlayın. Uşaqlar və yeni yetmələrdə də ən çox yoxlanışları aparın ki, hər önlərinə gələn adamla danışmasınlar. Sonra gəlirik əsas yerlərə. Mobil cihaz təhlükəsizliyinə. Düzdür, buna çox adam fikir vermir, amma çətinliklər var. Müxtəlif ekosistemlərdə çətinliklər olur. Çünki müxtəlif əməliyyat sistemlərimiz var. Sürətli texnoloji təkamüllərə fikir verməlisiniz. İstifadəçi davranışları. Yəni istifadəçi davranış nə deməkdir?
Siz bu məsəl üçün hər hansısa da bir saytda durub nə deyim, bir dənə qoyun fikrimi tam dəqiqləşdirim. Elə burada yazıldığı kimi istifadəçi davranış üçün bir çox təhlükəsizlik pozuntuları, zərərli proqramları yükləmək, zəif parollardan istifadə etmək və yaxud da ki, təhlükəsiz olmayan Wi-Fi şəbəkələrinə qoşulmaq üçün istifadəçi davranışlarından yararlanır və yaxud da ki, hətta bunun içərisinə daxil edə bilərik biz nəyi? İstifadəçi davranışına internetdə onlayn vasitəsindən mübahisələrin aparılması. Mübahisə aparmayın. Bundansa da xoşuna gəlmirsə də həmin insanla danışmaq, onu bloklaya bilərsən. Yəni mübahisə apardıqca biraz davranış pozuntuları da qeydə alınma olur. Sonra fiziki təhlükəsizlik var ki, fiziki oğurluq və yaxud da ki, cihazın itirilməsi, bu cihazda saxlanılan şəxsi məlumatların miqdarını nəzərə alaraqdan böyük təhlükəsi yaratmış olur. Mobil cihazların təhlükəsini təmin etmək üçün nələr etməlisən? Daimi 5000 səfər dedik, yenilənmə, güclü qorunmalardan, etibarlı qorunmalardan, açıq Wi-Fi-lardan uzaq durmalısan, məlumatları şifrələnməlisən, uzaqdan silmə qabiliyyətin olmalıdır. Yəni cihazının uzaqdan idarə olunmasını aktiv eləməlisən. Telefonlarınızın içində, məsəl üçün mənim telefonumun içində bunu aktiv eləmişəm ki, mənim cihazım itən zaman harda olduğu anında bilinsin. Orada geometrik yerlər var, onları açın, tənzimləyin və yaxud da ki, bacarmırsınızsa da Google-dan araşdırın, tapın. Maarifləndirmə və təlimlərə baxın, istifadəçi risklər və yaxud da ki, phishing cəhdləri, zərərli yükləmələr kimi təhlükələri necə aşkar eləyə bilərik? Bunlar haqqında Elmirə müəllimənin bugünkü dərs diqqətlə qulaq asın. Sonra gəlirik başqa nələrə? Əsas yerlərə gələn çatağın dərsimizin sonlarıdır. Ən əsas yerlər sonluq hissəsindədir. Biləcənizə qanunlardan danışacağıq. Mobil cihazlarda quraşdırılan mobil tətbiqlərin düzgün və təhlükəsiz istifadə qaydaları. Hansı qaydalardır? Qəbula düşmüş bir sualdır. Tətbiq yükləmə mənbəyi, icazələr. Yəni tətbiq yükləmə mənbəyi nə deməkdir? Sən gəl tətbiqləri Google Play-dən, App Store-dan, bu tip yerlərdən yüklə. Bilmədiyin saytlardan girib bilmədiyin proqramları yükləmə. İcazələrə bax, icazələri diqqətlə oxu. Bax, bəzən siz məsəl üçün Instagram hesabı yaradırsan, sənə deyir ki, bu hesabı yaradacağam. Sənin boyda da bir dənə ora icazə məxfilik olan bir məxfilik siyasət deyilən bir şey gəlir ekrana. Onu oxumadan razıyam, qəbul edirəm sözünə basırsan. Bəlkə orada sağ yazılıbdır ki, müəyyən bir halda filan şərt olanda mən sənin fərdi məlumatlarını ictimaiyyətdə yayacağam. Bəlkə belə bir söz yazılıbdır. Elə hər dəqiqədə hamısına razıyam deyib səbirsizlik eləyərəkdən qeydiyyatdan keçməyin. Və yaxud da ki, tətbiqlərin silinməsi zamanı istifadə eləmədiyin tətbiqləri dur cihazından sil ki, təhlükəsizlik riskləri azalmış olsun. Çünki sən ondan istifadə eləmirsən və bəzi viruslar var ki, arxa fonda bunu görürlər. Görür ki, tamam, bu bundan istifadə eləmir. Deməli, mən bunun içinə girib burada gizlənə bilərəm. Sonra başqa nələr var? 2 faktorlu autentifikasiya da buna aiddir. Bunu da buradan əzbərləyin, sayt adlarını əzbərləyin bəsinizdir. Və indi nələri bilməliyik? Arxa fondakı rekordumuza baxaq. İndi informasiya təhlükəsizliyi sahəsində bəzi terminlər var. Bunları əsas bilməlisiniz. Casus proqramlar, spywarelər var. Yəni bunlar nə deməkdir? Kompüterdə və yaxud da ki, mobil cihazında e-poçt ünvanlarından, kredit məlumatlarının, parol və yaxud da ki, bunun kimi şeyləri, önəmli məlumatlarını sən xəbərin olmadan casus kimi toplayır. Sonra keyloggerlər var. Klaviatur, bax, bunun xüsusi cümləsi budur. Keylogger klaviaturadır, qəbula düşübdür hal-hazırda. Bu dövlət qulluğunun daha doğrusu qəbuluna düşübdür. Magistrada salmaq ehtimalları var. Niyə salmasınlar ki, zaten sual axtarırlar. Klaviatura vasitələri ilə daxil edilən bütün məlumatlar, ziyan edilən veb-saytlar, ziyanı edilən nə idi? Estağfurullah. Ziyarət edilən veb-saytlar, e-poçt yazışmaları və yaxud da ki, bu tipli məlumatları toplayan casus proqramlar nələrdir? Keyloggerlərdir. Klaviatura sözünü yadda saxla. Rootkitlər var. Rootkit nə deməkdir? Rootkit ümumiyyətcə kompüterdə gizli şəkildə yerləşən, sistemi idarə etməyə icazə verən zərərli proqramlardır. Və bu proqramlar
Bir dənə qələmimizi aktivləşdirək. Kompüterdə istifadə edilən hesabları ələ keçirilir. Bank və kredit kartlarına daxil ola bilir. Kompüterdəki əl çatan sənədlərə baxa bilir və bunların kopyalarını yaradıb özlərinə götürə bilirlər. Yəni kompüterdən virtual hücumlar eləyə bilirlər. İcazəsiz girişlər var, illegal access attacklar var. Daha sonra dost hücumlar var. Bayaqlarım danışmışdıq dost hücumlarından. Həvəskarlar var. Həvəskarlar nələrdir? Skriptdən istifadə edənlər. Skript yazılışı. Məsəl üçün, bəzən bir proqramı yükləmək istəyirsən kompüterə. Hayır deyirsən, bunu yükləyə bilmirsən. İnternetdə Hindistanlıların videolarına baxanda onlar daha çox skriptlərdən istifadə edirlər və yaxud da ki, ingilislərdə deyir ki, girirsən Notepad proqramına, Notepad proqramının içində artıq skript yazmağa başlayırsan, xüsusi kodlardır. O kodları yazırsan, sistemə yeridirsən, sonra CMD ekranını açarsan, CMD ekranda bir sizdə Win R düyməsini basaraqdan SMD yazarsan və yaxud da ki, search butonuna girərsən, command promptu basarsan, oradan CMD ekranı yazılır və bayaqlarım daxil elədiyin skriptləri oradan run edib işə sala bilirsən. İndi gəlirik biz buradan nəyə? Deməli, skriptlər nə idi? Püşnə. Həvəskar insanlar, yəni çox da kompüterdəki proqramlarda quraşdırmaqdan texniki bilikləri bilməyən insanların skriptləri bilməsi vasitəsindən cüzi də olsa, düzdür, proqramın daxilinin nə cür işləməsini bilmir, nə cür quraşdırmaq lazım olduğunu qanuni yolla bilmir, amma skripti yazır və işlə bilməsən də olar. Oturur YouTube videosuna baxır və salam. Bundan da işləyir. Deməli, indi mən bayaqlarım sizə demişdim ki, hakerlərdən danışacağıq, bir də nələrdən? Krakerlərdən demişdim danışacağıq. Bax, hakerlər, yəni hakerlər, belə adını oxuyursunuz. Kompüter sistemlərini yaxşı bilən və təhlükəsizlik zəiflərini tapan şəxsdir. Və bunun da özünün 3 növü var. White hat, yəni bunlar ağ papaqlılardır. Etik hakerlərdir. Sonra grey hat var. Bunlar haqqında birazdan danışıyorum. Bir dənə də nə var? Black hatlər var. Yəni qara papaqlılar var. Bunlar hakerlər. Ümumiyyətcə bilin ki, sistemi yaxşı bilir və sistemə daxil ola bilirsə də istədikləri var. Bunlar qanuni olanlardır. Qanuni hakerlərdir. Yəni sırf səndə təhlükəsizlik məqsədindən daxil olurlar. Zəifliyi tapır, sənə bildirir. Deyir ki, burada bu var. Bu öz yerində. Bəs bu ağ papaqlar, boz papaqlar, qara papaqlar nədir? Ağ papaqlar sistemi sadəcə sistemə daxil olacaqdır, qoruyur. Sırf bundan ötürü işləyir. Grey hat bəzən icazəsiz yoxlamalar eləyir. İcazəsiz bir halda girir, yoxlayır, çıxır. Sonra istəsə deyir ki, hə, burada nəsə bir boşluğum var, istəməsə demir. Yəni müsbət də ola bilər, mənfi də ola bilər. Bir də var ki, black hatlər. Bunlar krakerlərlə hardasa oxşardılar. Zərərli məqsədləri ola bilər. Bunların məqsədi sistemini zəiflətməkdir. Və yaxud da ki, zəifliklərini tapmaq da ola bilər. Yəni, hər ikisi də ola bilər. Bəs krakerlər nədir? Krakerlər bildiyiniz sistemə icazəsiz girirlər və sistemə sırf zərər vermək üçün, sistemdə olan məlumatları oğurlamaq üçün, sistemin işini pozmaq üçün lazım olan şəxslərdir. Deməli, krakerlər nağardılar. Bunların məqsədləri sənin məlumatlarını oğurlayır, sındırır, proqramları sındırmaq, proqramları oğurlamaq, bu tipli şeylərin adı nədir? Priyatlıq. Hansısa da ilin qəbuluna çüftür ki, icazəsiz sistemə daxil olmaq və faylları oğurlamağın adı nədir? Priyatlılıqdır. Keçən səfər tələbələrin çoxsu sual vermişdik. Müəllim, bunu görməmişik, bu nə deməkdir? Belə. Əsas fərqi nədir? Hakerlər sistemə qanuni bir şəkildə girirlər, amma krakerlər qanunsuz bir şəkildə girirlər. Bu da belə. Gəlirik indi buradan nələrə? Hakvizitlər var. Hakvizitlər nə deməkdir? Bunlar ictimai fəallardır. Bu ictimai fəallar odur ki, bunların məqsədləri sadəcə ictimai hadisələrdə girirlər sistemə, sistemi dondururlar. Dondurandan sonra orada özlərinin etiraz eləyə biləcəkləri məlumatları yerləşdirirlər, sonra da çıxırlar anonim bir şəkildə. Başqa nə var burada? Senarilərin yaradılması, pretexting var. Bir növ hardası da sosial mühəndislik hücumudur. Hansı ki, burada həssas məlumatlardan istifadə edirlər, özlərindən uydurma bir senari yazırlar və məqsədləri odur ki, qurban şəxsi təyin eləsinlər və onun gizli məlumatlarını əldə eləsinlər. Bir də belə bir
ad görəcəksiniz. Qəbulda görə bilərsiniz. Damın Vulnerable Web Application DVWA. Bu nədir? Bunun sadəcə təlim sistemi olduğunuza bilin. Web tətbiqi təhlükəsizlik sahəsində özünü təkmilləşdirmək istəyən insanlar üçün bir təlim sistemidir. 3 dənə dərəcəsinin olduğunu bilin: aşağı, orta, yüksək və salam. Təhlükəsizlik divarları nələrdir? Firewalllar. Bunlar nə iş görürlər? Hardasa bayaqları biraz məlumat vermişdik. Bunların da xüsusi təhlükəsizlik divarlarının tətbiqləri var ki, onlar hansılardır? Paket filtrləmələrdir. Yəni paketləri, IP-ləri filtrləyirlər, statik paketləri yoxlayırlar. Bir də IP-lər özləri 2 yerə bölünür, statik və dinamik olmaqla. Bunlar statikləri yoxlayır, istifadəçi autentifikasiyası yaradırlar və müştəri tətbiqinin autentifikasiyasını təmin edirlər. Bu da belə. VPN nədir? VPN tanıyırsınız. Virtual özel şəbəkələri və yaxud da ki, VPN-lərdən istifadə zamanı sən şifrələnərəkdən gizli bir halda sənin məkanını bu dəqiqə Azərbaycanda yox, Almaniyada göstərir. Hansı ki, müharibə dövründə çoxunun istifadə elədiyi idi. Ki, məsəl üçün, hər hansısa bir sayta girmək istəyirsən, açmır. Düz deyirsən, orada nəsə də müharibə dövründəsənsə də mənfi işlərin olmayacaqdır. Sadəcə elə belə girmək istəyirsən, biraz başını qatmaq istəyirsən. Bundan ötürü girmək üçün istifadə edəndə bir mənfilik yoxdur. Amma ki, mənfiliyi nədə ola bilər? Axı bu VPN sənin yerini başqa bir yerdə göstərir. Gizli bir şəkildə. Gizli bir şəkildə göstərsə də onun idarə etməsi var. Onu idarə etməsi də başqa bir dövlət tərəfindəndir. Bəlkə də sənin düşmən dövlətinin yaratdığı VPN-dir. Sən ondan istifadə edirsən, daxil oldun, sən düzdür. Başqa bir yerdə göstərir, heç sənin düşmən olduğun ölkədə deyilsən, ancaq ki VPN sənin düşmən ölkəvə aiddir və bütün ölkəvə mi aiddir, ya lap olsun düşmən insana aid olsun, nə olur olsun da, yəni mənfi xarakterli birinə aiddir və sənin bütün məlumatların getdi. Honeypot deyilən, bal küpü deyilən bir şey var ki, bu da nə qarır? İcazəsiz girişləri, istismar cəhdlərini aşkar eləmək üçün təhlükəsizlik mexanizmidir ki, elə bil ki şirinlikləndirir. Bu da belə bir şey. Ransomware bayaqdan dediyimiz fidya proqramları, bunlar nələrdir? Bu hardasa da adətən e-poçtlarda olur və yaxud da ki zərərli web saytlarda olur. Fidya proqramı hər hansı da bir yerə daxil olursan, qovluğu şifrələyir, sonra ekrana bildiriş göndərir və sənə deyir ki, bu şifrənin qırılması üçün Bitcoin yüklə və yaxud da ki kriptovalyuta sistemlərindən mənim hesabıma ödəniş elə. Yəni ödəniş istəyir. Məsələn, əgər ödənişi ödədinsə də o şifrə aradan qaldırılır, deşifrə olunur. Cryptojacking var. Bu nədir? Başqasının kompüteri sizin üçün kriptovalyuta kimi işləyir. Yəni kimsə də oturubdur, bu kriptovalyutadan istifadə eləyir və öz kompüterindən yox, sənin kompüterinin içinə ha vaxtsa da nəsə də bir fayl göndərib, sən bilmədən ona daxil olmuşsan və həmin fayl vasitəsindən artıq sənin üzərindən, sənin xəbərin olmadan sənin kompüterin artıq yazılıb orada kriptovalyutada. Onun da üstü açılan kimi həmin o valyuta ilə məşğul olan insan yox. Səni tutacaqlar. Bu da belə. Bir də var kompüter privatçılığı. Bu nə deməkdir? Kompüter privatçılığı o deməkdir ki, bundan əvvəl bir dənə bir şeycə bilin ki, müəllif hüququ, bəzən kitabların arxasında və yaxud əvvəlində belə bir şey görürsünüz, copyright görürsünüz. Kompüter privatçılığı bu copyrightın, yəni müəllif hüququnun pozulması, bu qaydaların pozulması deməkdir. Bu da belə. İndi bu qanunların ümumi müddəalarına baxağın. Bundan da dərsimiz hardasa da yekunlaşır və bu qanunların hər birini özünüz oxuyarsınız. Düzdür, mən də buradan köməklik eləyəcəm bəzilərini başa düşməkdə. Amma yenə də əzbərləmək lazımdır. Bunlar biraz uzundur, amma düşmə ehtimalları var. Fərdi məlumatlar nələrdir? Şəxsin kimliyini birbaşa və yaxud da ki dolayısı ilə müəyyənləşdirməyə imkan verən üstənilən bir məlumat. Bildiyin məlumatdır. Fərdi məlumatların subyekti nədir? Subyekt həmin o bayaqki məlumatların sahib olduğu şəxsdir. Fərdi məlumatların informasiya sistemi nədir? Qanunvericiliklə müəyyən edilmiş qaydalarının fərdi məlumatların toplanması, işlənməsi və yaxud da ki mühafizəsini təmin edən informasiya sistemidir.
Bəs fərdi məlumatların informasiya ehtiyatları nədir? Qanunvericilik tərəfindən müəyyən qaydalarla, müəyyən həcmdə fərdi məlumatların informasiya sistemində və yaxud da ki, ayrıca toplandığı bir informasiya ehtiyatıdır. Ehtiyat nüsxə kimi bir şeydir. Sonra fərdi identifikasiya nömrəsi nədir? FIN kodumuz. Harda görmüşük bu FIN kodu? Hamınız bu kimliklərinizin ya arxasında ya da ön hissəsində. Bunlar nə işə yarayır? Hər bir vətəndaşa verilən unikal şəkildə həmin vətəndaşı tanıdan xüsusi kodlardır. Şəxsiyyət vəsiqəsində sənin sənədinin şəxsi rəqəmsal kodudur. Gəlirik buradan nəyə? Xüsusi kateqoriyalı fərdi məlumatlara qarşısında belə işarə qoyduqlarım qəbula düşmüş və ya düşmə ehtimalı yüksək olanlardır. Onlara daha çox diqqət edin. Xüsusi kateqoriyalı fərdi məlumatlar nələrdir? Hansı ki, fiziki şəxsin irqi və yaxud da ki, milli mənsubiyyəti, ailə həyatı, dini etiqadı və yaxud da ki, əqidəsinə, sənətinə, məhkumluğuna dair olan məlumatlardır. Fərdi məlumatların toplanması isə bayaq ki, bu dediklərimizin sənədləşdirilmiş qaydada qanunlarla, qanuna uyğun olaraqdan əldə edilməsi. Fərdi məlumatın işlənməsi nədir? Yenə qanunlar vasitəsindən fərdi məlumatlar üzərində aparılan əməliyyatlar. Yəni məlumatın yazılması, sistemləşdirilməsi, təzələnməsi, dəyişdirilməsi, bunun adsızlaşdırılması, saxtalanması, bunların hər biri fərdi məlumat üzərində işlərin görülməsidir. Sonra fərdi məlumatların mülkiyyətçisi. Bunlarda bax altından xətt çəkdiyim hissəyə daha diqqət edin. Variantda bunu görən kimi işarələyəcəksiniz. Qanunvericiliklə müəyyən qayda ilə fərdi məlumatların informasiya sistemi və yaxud da ki, ehtiyatı üzərində tam sahiblik, istifadə, sərəncam vermə hüququna həyata keçirdən fərdi məlumatların işlənməsi məqsədi ilə müəyyən edilən dövlət və yaxud da ki, özünü idarə orqanı, hüquqi və yaxud da ki, fiziki şəxsdir. Yəni şəxsin özüdür. Mülkiyyətçi kim olacaqdır? Bayaqdan danışdığımız bütün məlumatların sahibi. Fərdi məlumatların operatoru bəs nədir? Sən məsəl üçün banka gedibsən, bankda məlumatlarını verdin, bayaqlar mülkiyyətçi sən idin. İndi bu mülkiyyətçinin bayaqki məlumatlarını saxlayan, özündə bazasında verilənlər şəklində toplayan hüquqi və yaxud da ki, fiziki şəxsdir və yaxud da ki, özünü idarə orqanıdır. Fərdi məlumatların istifadəçisi yalnız özü, bax buranı xəttləmişik, yalnız özü üçün zəruri informasiyanın əldə olunması məqsədi ilə səlahiyyətləri daxilində mülkiyyətçi tərəfindən müəyyən edilmiş qaydada və həcmdə fərdi məlumatların istifadə hüququ verilmiş dövlət və yaxud da ki, yerli özünü idarə orqanı və hüquqi fiziki şəxsdir. Bilirəm bu cümlələr uzundur, amma öyrənməliyik. Öyrənməsən gedərsən 24 dənə informatika yazarsan. Fərdi məlumatların yayılmasıdır. Yayılma nə cür olacaqdır? Mediada və yaxud da ki, başqa bir informasiya sistemlərində açıqlanma tərəfindən və yaxud da ki, fərdi məlumatların verilməsidir, toplanması, onlara qadağa qoyulması. Bunları bilirsiniz. Fərdi məlumatların adsızlaşdırılması nədir bəs? Fərdi məlumatların onun subyektinin kimliyini müəyyənləşdirməyə imkan verməyən vəziyyətə salınması. Yəni bu tanınmaz vəziyyətə düşəcəkdir. Bəs fərdi məlumatların transsərhəd ötürülməsi nədir? Bir ölkədən başqa ölkəyə ötürülmə. Bu da belə göndərmək. Fərdi məlumatların bəs məhv edilməsi nə deməkdir? Fərdi məlumatın bildiyiniz kimi silinməsi, məzmunun sonradan bərpa edilməsi, mümkün olmayan vəziyyətə salınması və yaxud da ki, fərdi məlumatları olan maddi daşıyıcıların məhv edilməsidir. İnformasiyada, indi gəlirik burada nələr öyrənəcəyik? İnformasiya və informasiyanın mühafizəsi haqqında Azərbaycan Respublikasının qanununda ümumi müddəalardan danışacağıq. Bununla da dərsimiz yekunlaşır. Deməli, informasiya nədir? Yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan və yaxud da ki, əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər, məlumatlar, ətrafdan aldığım bütün məlumatlar, inkişaf anlayışlarında bundan danışmışıq. Sənədləşdirilmiş informasiya nədir? Buna diqqət etmək lazımdır. Maddi daşıyıcıda mətn, səs, təsvir formasında qeydə alınan, indeksləşdirməyə imkan verən istənilən rekvizitli informasiya mənbəyində saxlanma, yerindən, rəsmi statusundan, mülkiyyət növündən, mənsub olduğu təşkilat tərəfindən yaradılıb-yaradılmamağından asılı olmayaraq sənədləşdirilmiş informasiya. Yəni bu boyda cümləni oxuduq ki, sənədləşdirilmiş informasiyanın nə olduğunu biləyiniz. Zaten ki, adından məlum olur. Açıq informasiya nədir bəs? Əldə olunması, işlənməsi
Azərbaycan Respublikasının qanunvericiliyi tərəfindən məhdudlaşdırılmayan, istədiyin vaxt əldə edə bildiyin informasiyalardır. Konfidensial informasiya nədir? Hər kəsə açıq olan informasiyadır. İnformasiya prosesləri, informasiya texnologiyaları, sistemdir, ehtiyatdır. Bunlar haqqında zaten adından bilinir. Qarşısını oxumağa əldə böyük ehtiyac yoxdur. İstəsəniz elə belə göz keçirilərsiniz. İnformasiya məhsulları nədir? Hazır istifadə edilən informasiyalardır. İnformasiya ehtiyatı nədir? İnternetdə yerləşdirilən, istifadəçi üçün əlçatan olan məlumatlardır. Məlumatların daha doğrusu ehtiyatlarıdır. Daha sonra domen adı var. Domen adı nədir? İnternet şəbəkəsində yerləşən informasiyanın unikal adıdır. Bunu şəbəkə dərsindən də bilirdik. Bir də var idi burada internet informasiya ehtiyatının sahibi. Bax, bir var Google'ın özü. Bu bəzi xidmətlərin sahibidir. Bir də var Google'ın içindəki Meta. Meta isə onun içərisində, Google'ın içərisindəki sosial şəbəkələrin sahibidir. İnternet provayderləri nələrdir bəs? Provayderlər səni interneti təmin edən təşkilatdır. Məsəl üçün Aztelekom, Bakı Telekom, bunlar kimi təşkilatlardır. Digərlərini zaten ki biz şəbəkə dərsində keçmişdik. Üstündən bir dəfə özünüz oxuyarsınız. Və salam. Bu qədər. Məncə yetər. Bir dənə də bunu da bilməyinizdə fayda var ki, kritik informasiya infrastrukturu nədir? Bu, əgər dayansa, dövlət tərəfindən ciddi problemlərə, risklərə yol açan bir informasiya infrastrukturudur. Dərsimiz yəni bu qədər idi. Bundan əlavə olaraqdan da nəyi bir dənə bilməliyik? Bəzi zərərli məşhur proqramlar var ki, sadəcə adlarınıza bilin ki, Emotetdir, XMRingdir, Rictrickbotdur, Agent Tesla'dır, Formbook'dur, Nitramintdir, Darvidar'dır, Luckybotdur və yaxud da ki, Havkey'dir. Bunlar məşhur zərərli proqramlardır. Birdən sənə sual verər, deyər ki, aşağıdakı zərərli proqramları seç, bunların adlarını seçərsən. Və yaxud da ki, buralardan başqa da bilməyə ehtiyac yoxdur. Yəni, lazım onların hər birini danışdıq. İnformasiya təhlükəsizliyi üçün viruslar idi, bot viruslar var idi. Bunlar haqqında mən bilən danışmışıq biz software dərsində. Daha sonra skript virusları, bayaqlarım skriptlərdən danışdıq. Browser haskerlər, yəni web browserlərdə istifadə olunan haskerlər, soxulcan viruslar, spyware, keylogger, rootkit, icazəsiz girişlər, bayaqlarım bunların hər birindən danışmışıq. Və salam. Yəni, bugünkü dərsimiz bu qədər idi, düzdür. Məlumatlar biraz çoxdur. Haradasa demək olar ki, adlar dəyişikdir, mənaları eynidir, amma bizə ən çox nələr lazımdır? Onların adları lazımdır. Ona görə adlarını tam dəqiq öyrənməyinizdə fayda var. Bu qədər bəsdir.